tam, qəti şəkildə Tanrının yox olması iddiasındadır. Belədirmi? Bəli. Onlara qatılıram. Allah yox. Hamısının çıxış nöqtəsi Tanrıdır. Tanrını var eləmək üçün əllərindən gələni edirlər. Tanrının yoxluğunu düşünərək deyil. Və Space kanalında verilişlərin birində mən oturmuşam, neçə nəfər hamısı mənə qarşı. Orada dedilər ki, İbn Sina ateist olub. Bildiyiniz nəzəriyyəsi niyə bu gün bütün dünya universitetlərində tədris olunur? Halbuki heç bir isbatı yoxdur. Səbəbi nədir bunun? Hələ də siz iki istiqamətdə heç bir dəlil təqdim eləmirsiniz. Ateizm bir elm mövzusu deyil. Çox irəli getmiş elm möcüzədən fərqlənməyəcək. Mən də onu deyirəm. Hərdən iddialar. Yox, yəni dünyalıq da qardaş, sən də bilirsən ki, bu zaman keçir sala bilirsən. Sən qaranlıq maddəni hesablamırsan, təsirini hesablayırsan. Bəy onun bir rəddiyəsi olsa biz qəbul edəcəyik. Tamam. Salam, hörmətli tamaşaçılar. Bugün bizi çox gərgin və aktiv bir debat gözləyir. Bugün bizim debatımızın qonaqları Vüsal müəllim, Sevik müəllim, Ziya müəllim və mən Fazil Əhməd. İndiyə qədər olan debatlarımızda bəzən biraz qeyri-aktivlik müşahidə olunub. Həm mövzu, həm dəvət olunan qonaqlar bu əsası, bu sözü demək mənə əsas verir ki, biraz gərgin olacaq, amma doğrudan da dəvət etdiyimiz qonaqlar özləri çox mədəni bir insanlardır və bir-birinə belə deyək, hörmət prinsipləri əsasında bu debat keçəcək. Keçid alırıq mövzumuza. Baxın, elə bir cəmiyyət, elə bir zaman olmayıb ki, orada din olmasın, o zamanda din olmasın. Və son əsrlərdə gəlib dinin inkarı, Allahın inkarı, Tanrının inkarı aktuallaşıb. Bu deməkdir ki, ənənəvi olaraq dindarlıq həmişə olub və dini tənqid eləmək və Tanrını inkar eləmək yenidir. Deməli, yeni bir iddiadır. Yeni iddianı irəli sürənlər öz iddiasını müdafiə eləməlidir. Belə deyil ki, qarşı tərəf deyək, dindarlar gəlib bizə Tanrının var olduğunu sübut eləsinlər. Yox, iddianı irəli sürən sizsiz, hörmətli ateistlər, iddianı siz irəli sürmüsünüz, öz iddianızı əsaslandırın. Baxın, deməli, ilkin suala keçid alıram. Sualım belədir. Elə düşünmüşük ki, həm tamaşaçılar üçün maraqlı olsun, həm maraqlı keçsin deyə həriyə 2 dəqiqə, 3 dəqiqə vaxt verilir ki, öz fikrini tamam ifadə eləsin, qarşı tərəf fikrini kəsmədən. Sualım belədir. Sizə görə bilik əldə eləməyin yolu və bir şeyi inkar və ya təsdiq eləməyin yolu yalnız empirik biliklərdirmi? Buyurun. Buyurun Vüsal bəy. Salamlayıram sizləri də, təşəkkürlər dəvətiniz üçün. Xeyr, bilik əldə eləməyin yolu sadəcə empirik deyil. Yəni, epistemologiya çərçivəsində sadəcə empirik bilik əldə eləmə yöntəmi yoxdur. Bu məntiqlə də əldə oluna bilər. Amma istənilən halda hər hansı bir iddia varsa, bunun isbat yükü də var. Hamımızın da bildiyi kimi, Tanrı vardır iddiası bir pozitiv iddia sayılır. Yəni, bu sizə yükləyir məsuliyyəti ki, siz onu ispat eləyəsiniz. Amma yoxluğunu nə ilə iddia eləyirsiniz, hansı səbəblərlə iddia eləyirsiniz deyilsə, heç bir ontoloji iddianın epistemik dayanağı, yəni empirik dayanağı yoxdursa, fakt olaraq deyil, metafizik bir anlayış olaraq qalır. Siz bunu iddianızı sadəcə məntiq çərçivəsində dəstəkləyə bilərsiniz. Amma kifayət qədər və yeni analitik fəlsəfəçilərin də bu istiqamətdə kifayət qədər əddiyələri var. Digər bir məsələ, ateizm yeni bir şey deyil. Ta ilk çağ filosoflarından da var olan Tanrı inkarı var. Dinlər dedikdə siz hansı dini nəzərdə tutduğunuzu da qeyd eləmədiniz. Mən istəyərdim onu da qeyd eləyəsiniz ki, tam olaraq hansı dinlərin inkarından gedir. Çünki birdən çox din var və birdən çox Tanrı anlayışı var. Burada bir Tanrıdan söhbət getmir. Konsept olaraq səmavi dinlərin bir Tanrısı var, bənzər bir formatı var. Amma burada Tanrı dediyimiz şey buddistlər üçün fərqli ola bilər, şamanlar üçün fərqli ola bilər, fərqli topluluqlar üçün fərqli ola bilər. Amma ümumi bir yaradıcıdan, standart təyin olunmuş bir Tanrıdan gedirsə söhbət, bunun bəli, nə empirik əsası yoxdur, sadəcə metafizik bir iddia olaraq ortada qalır və bu məntiqlə dəstəklənməlidir. Buyurun Vüsal bəy.
Əslində mən Çevik bəyin sözünə qoşulub sadəcə bir misal çəkmək istəyirəm. Biz misal üçün qədim Yunan fəlsəfəsinə belə getsək, Sokratın özünün bir çox paqan tanrılarını, ümumiyyətlə o zamanın dini strukturunu belə tənqid etməsi faktları real göz qabağındadır. Yəni biz bunu dialoqlarda da görə bilərik. Hətta məhz o zamanın tanrılarını tənqid etdiyi üçün belə Yunan senatı onu ölüm cəzası ilə belə cəzalandırmışdı. Çünki Sokrata ən çox belə deyək, ona qarşı verilən hökmlər, ittihamlar daha doğrusu o idi ki, gəncləri yoldan çıxarır, bizim atalarımızın dinini şey edir, tənqid edir, gəncləri bəs dinsizliyə doğru yönəldir. Yəni biz bu prizmadan baxsaq, əslində qalsa ateizm və ümumiyyətlə dinin tənqidi deyilən anlayış əslində qalsa şey deyil, yeni bir şey deyil. Adi elementar biz belə qədim Misir tarixinə baxsaq, qədim Misir tarixində də belə paqan dinindən birdən-birə tək tanrılığa keçid oldu. Çünki sən hər bir halda dinin tənqidi varsa ortaqda, yəni elə səsləndir sizin iddianız ki, sanki belə deyək, internetin və kommunikasiyanın inkişafı ilə din tənqidi, ateizm və s. ortalığa çıxıb. Halbuki elə deyil. Yəni bundan adi Bertrand Russell'ın belə qərb fəlsəfə tarixində bundan bağlı yetərə qədər tarixi istinadlar var ki, biz misal üçün sizin məntiqinizlə getsək, gərək Martin Luther'a da biz şey deyək də, adam internetdən istifadə edib ki, sən tənqid edib 52 dənə diyorsun, 2 dənə postulat. 95 dənə postulatı kilsənin divarına yapışdırıb ki, qardaş, mən ağıllıyam, burada mən Bağdadda kör xəlifədir. Yəni biz bunu iddia edə bilmərik. Yəni bu məntiq çərçivəsində onu tənqid edib dini. Yəni hər bir halda belə iddialar irəli sürmək ki, müasir bir şeydir, non-teizm. Məncə bir şey deyil, belə deyək. Yəni çox da obyektiv deyil. Son 2-3 əsrdə də turan. Son 2-3 əsrdən qabaq da yəni bu proseslər baş verib. O ki Sistematik. Sistematikliyin də səbəbi əslində qalsa insanlığın və bəşəriyyətin inkişaf etməsidir. Yəni əvvəl əgər misal üçün 1 kvadrat kilometr ərazidə 3 dənə ev var idisə, indi artıq və o evlərdə misal üçün 10 nəfər yaşayırsa, indi 1 kvadrat kilometr ərazidə 1000 nəfər yaşayır və əlbəttə ki, məlumatın ötürülmə sürəti artdıqca tənqidin də ötürülmə sürəti artır və bu eksponensial olaraq artacaq. Bu yəni elementar statistikadır. Yəni məncə bu iddia tam da reallığı əks etdirmir, tam da obyektiv deyil. Buyurun Zəyə bəy. Salamlayıram hamınızı mən də. Ateizmin ümumiyyətlə qədim olması ilə bağlı fikrə mən də qatılmıram. Niyə görə? Çünki ateizmin ümumiyyətlə qədim kökləri yoxdur. Ən azından biz bunu tarixdə müşahidə edə bilmirik. Niyə görə? Çünki adi Yunan filosoflarının özlərini belə hansına ki ateist deyə xitab edirik. Biz bu insanların bugünkü mənada, yəni bugünkü başa düşdüyümüz kimi ateist olmadıqlarını görürük. Yəni bir tanrı inkarı yoxdur. Bəli, Yunan tanrılarının inkarı var. Məsələn, Sokrat məsələn məhkəmədə onun üzərinə qoyulan əsas belə deyək də məsələlərdən biri də bu idi ki, Sokrat gəncləri Yunan tanrılarından uzaqlaşdırır. Amma bunun ardı da var. Və onlara başqa bir tanrıları təbliğ edir. Yəni burada Sokratın ümumi tanrı inkarı deyə bir konsepsiyası yoxdur. Sokrat ümumilikdə Yunan tanrılarını inkar edir. Məsələn, Platonun dövlət əsərində də bu var və Yunan tanrılarına irad bildirir və deyir həqiqi tanrı bu cür olmalıdır. Yəni onda bir tanrı qavramı var idi. Ateizmin qədimliyinə gəlsək, materializmin və yaxud ateizmin qədimliyinə gəlsək, buna ilk dəfə biz müşahidə edirik Hindistanda. Amma bu da necədir? Biz buna da dini mətnlərin içərisində görürük. Yəni kənar bir tarixi faktlarda yoxdur. Misal üçün Buddanın müqəddəs mətnlərində, misal üçün Hinduizmdə. Yəni burada o da necə materialist? Məsələn, bunların materialist kateqoriyasına salınması 14-cü, 15-ci əsrdən sonraki fəlsəfə kitablarındadır. Məsələn, ondan əvvəl bunlar bu kateqoriyaya salınmırlar. Ancaq 15-ci əsrdən sonra yazılan fəlsəfi kitablar ki var, biz burada görürük ki, bu qisim insanlar, məsələn, Hindistanda yaşayan insanlar, bunlar materialist və yaxud ateist bir qəlibə salınıblar. Amma ona qədər bu cür deyilmirdi. Burada da indi məsələ budur ki, bunların o dini mətnlərdə keçməsi o insanların inancını tam da bizə açıqlamır. Niyə görə? Çünki bu insanlar misal üçün Buddanın düşüncəsinə qarşı çıxıblar və yaxud Hinduizmin hansısa konsepsiyasına qarşı çıxıblar. Biz nəticədə bilə bilmirik ki, bunlar ümumiyyətlə tanrını inkar edib ya yox. Və yaxud Yunan filosofları da eynən bu cür. Yəni heç bir Yunan filosofunda heç birində, yəni tanrı inkarı deyə bir şey yoxdur.
Və yaxud ondan əvvəl məsələn ateizmin tarixi ümumiyyətlə deyilir 15-16-cı əsrlərə Baron Holbachla Denis Diderot da ilk dəfə başlayır. Yəni o ateist adlandırma prosesi ki var, ilk dəfə burada başlayır, Avropada başlayır. Ondan əvvəl məsələn dediyim kimi dini mətnlərdə var, məsələn Quranın özündə də var. Dəhri deyə bir anlayış var Quranda. Biz onu məsələn ateist kimi belə deyək də təqdim edirik. Niyə görə? Çünki onlar ayədə belə deyilir ki, onlardan soruşsan, onlar deyirlər ki, hər şey zamandan asılıdır, zamanla məhv olur və bitir hər şey. Yəni bir də materialist yanaşmadır, naturalist yanaşmadır, amma yenə də o toplumun ateist olduğunu deyə bilərikmi, bilmirəm. Çətindir bunu belə deyək də təsdiqləmək, dəlilləndirmək çətindir. Amma dəlilləndirməyə qalsa, yəni 15-16-cı əsrdən əvvəla heç bir ateist deyə biləcəyimiz bir toplum və yaxud fərd mən görməmişəm tarixdə. Yəni bu cür ki, biz ona konkret ateist deyə bilərik. Bugünkü başa düşdüyümüz mənada. Bir də çox xırda bir şey deyim ki, mən şeyə də tam qatılmıram. Yəni dəlil yükünü sırf ateist tərəfə yükləməyə də qatılmıram. Niyə görə? Çünki əgər biz bir dəlil ortaya qoymuşuqsa, bizim də dəlillərimiz olmalıdır. Məsələn, hər şey yoxluğun dəlili üzərində formalaşmamalıdır. Məsələn, Clifforddan, Bertrand Russell'dan sonra evidentializm deyə bir cəryan formalaşdı materializmdə və Anthony Flew bunu sistematik formada işlədi. Məsələn, iddia bundan ibarətdir ki, bir şeyin varlığı üçün rasional dəlil yoxdursa, o şey irrasionaldır və irrasionala inanmamaq elə özü rasionallıqdır. Yəni dəlili olmayan bir şey qəbul etməmək özü rasional bir qavramdır. Burada da indi qatılmaq olar, bilmirəm dostlarımız o düşüncədədirlər yoxsa yox, yəni evidentialistlər ya yox. Evidentialist olsalar o barədə də danışmaq olar, amma yenə də o sırf o bütün isbatlama yükünü non-teist tərəfə yükləməklə də mən biraz razı deyiləm. Çox maraqlı məcraya gəlib çıxdıq, ən maraqlı yerinə söhbətin gəlib çıxdıq. Yəni ilkin olaraq bu bir müqəddimə oldu. Belə bir sual vermək istəyirəm, öz vaxtımdan istifadə edərək xahiş etmək istəyirəm qonaqlardan ki, bu suala hə, yox cavab versinlər. Sonra açıqlamalarında geniş izah verərlər. Tək-tək sual vermək istəyirəm. Vüsal bəy, siz Tanrının yoxluğunu qəti şəkildə inkar edirsiniz, yoxsa ki, agnostik düşüncə ilə inkar edirsiniz? Mən bir agnostik ateist olduğum üçün mən Tanrının var olmasına inanmaq üçün yetərli sayda dəlilin olmadığını düşünürəm. Bir. Amma yəni onu konkret və qəti şəkildə yox, Tanrı yoxdur demək üçün də yetəri qədər dəlil olduğunu düşünürəm. Məsələ odur. Yəni mən buna hər zaman yəni sübut nöqteyi nəzərdən yanaşmaq sevdiyim üçün mən agnostik ateizm daha yaxın. Çox gözəl. Eyni sualı Çevik bəyə verirəm. Xatırladım əziz izləyicilərə ki, Çevik bəy hər axşam canlılar açıb, bəzən mən də Ziya bəy də qoşulacam. O canlıda üstə belə bir söz yazıb: Allah yoxdur. Üstləndən ida. Yəni bu o deməkdir ki, mən sual verməsəm də belə nəticə çıxır ki, Çevik bəy tam qəti şəkildə Tanrının yox olması iddiasındadır. Belədirmi? Bəli. Mövqeyim açıqdır, ateizm və materializm. Bütün elmin bütün fenomenləri izah edədiyini, izah edə bilmədiyi bir fenomen olduğunu da düşünmürəm. Aha. İndi baxın bu sualı verdim. Mən bunun ardını verim, bəzi izahlar verim və sonra yenə də qonaqlara söz verim. Baxın, bir şeyi inkar eləmək. Biz bilirik, məsələn, Russellin belə bir fikri var, çaynik məsələsi, çaynatı çaynik. Desəz ki, çaynik, məsələn, belə deyim onun izahını, desələr ki, çaynatın filan nöqtəsində bir çaynik var, o doğrudan varmı, yoxmu, bu varı sübut eləmək nəyə lazımdır deyək və ya isbatını verə bilməlidir. Nə varlığına, nə yoxluğuna biz deyirik ki, bəli, biz deyirik ki, axı siz çayniki Tanrı ilə necə uyğunlaşdırırsınız? Dövrümüzdə də var belə adamlar. Məsələn, bəzən ateistlərlə müzakirələrdə ateistlər deyirlər ki, hə onda belə çıxır ki, mən cibimdə bütün dünyanın maşının, avtomobillərini aça bilən bir pult gəzdirirəm. Buna inanmalıdır hamı. Eyni mövzunu mən Amerikan kontentində, özümün Amerikan kontentində, yəni Amerikan nömrəsi üzərində, açılmış Facebook üzərində, ateizm səhifəsində, ingilisində orada vermişdim ki, nəyə görə siz ateistlər iddia edirsiniz ki, Tanrı yoxdur və bu qədər də səhifələr açmısınız Tanrının yoxluğu barədə. Amma eyni zamanda su pərisi də yoxdur. Nə üçün su pərisi barədə bu qədər səhifə açmamısınız? Su pərisi də yoxdur da. Niyə onun barədə bu qədər səhifələr, bu qədər kanallar, bu qədər canlılar yoxdur? Mən açıq deyim, mən Amerikan TikTok canlılarında hər axşam iştirak edənlərdən biriyəm və sizə deyim ki, 100 dənə əgər canlı açılırsa, onun 80-i din mövzusundadır.
hal-hazırda Amerikada və Avropada onlara qatılıram və orada da müşahidə edirəm eyni şeyi ki, çox önəmlidir din və Allah ki, 100-80% din mövzusundadır. Qalan siyasi və digər mövzulardır. Aha, əgər çaynik məsələsini gətirsək mövzunun ortasına, belə deyil axı, yəni din mövzusu həmişə aktual olub, Tanrı mövzusu həmişə inanc mənbəyi olub. Yəni belə deyil ki, birdən-birə ortaya çıxıb desinlər Tanrı var, o çaynikə oxşadıblar deyək. Və bunu da bildirmək istəyirəm ki, ümumiyyətlə indi 21-ci əsrdə, indi Russell belə deyib, Russelli örnək kimi göstərmək ümumiyyətlə, istər dindar gəlsin, məsələn, Nəsrəddin Tusini meyyar kimi göstərsin, xeyr. İndi əsas budur, nə deyir, nə şəxs yox, belə. Konkret sualıma gəlirəm. Şəxslər yox, bəli, nə deyir mühümdür. Konkret sualıma gəlirəm. Baxın, sizin qəti rəyiniz var ki, Tanrı yoxdur. Baxın, hamı bilir ki, bizdən uzaq qalaktikalara gedib çıxa bilməyəcəyimiz qalaktikalarda həyatın olub-olmaması barədə heç bir dəlil yoxdur. İndi Fazil Əhməd çıxıb ortaya iddia eləsə ki, bizdən digər qalaktikalar, nə qədər qalaktika var, onların heç birində həyat yoxdur. Fazilə savadlı adam demək olarmı? Axı o qalaktikalar gedib çatmaq, onları müəyyən eləmək, araşdırmaq gücündə deyilik. Neçə 100.000 il deyək, işıq ili lazımdır ki, insan gedə hansısa bir qalaktikaya çıxar, bilək ki, orada həyat var ya yoxdur. İndi eyni sualı sizə verirəm. Necə rahat iddia elə bilirsiniz ki, Tanrı yoxdur, halbuki hər şey araşdırılmayıb? Tanrı konsepti ilə başqa bir galaktikada ya da başqa bir planetdə bizdən uzaq, bizdən yaxın bir canlı varmı, yoxmu? Başqa konseptdir. Tanrı varlığı bütün kainatı yaratmış olması gözlənilən, bütün sistemi qurmuş olması gözlənilən, hardasa da müdaxilə edən və eləyə biləcək gücdə olan bir konseptdir, bir iddiadır. Və bunun olmadığını iddia eləməyimiz üçün yetərli dəlilimiz, yetərli anlayışlar var. Nə üçün var bunlar? Yəni Tanrının varlığı ilə yoxluğunu təyin eləmək üçün biz bütün galaktikanı gəzməyimizə ehtiyac yoxdur. Bunun üçün fizika var, fizikanın işlək olduğu mexanizmalar var, fiziki sabitlər və bioloji mövzular var. Yəni siz Tanrı var mövzusu ilə başqa bir planetdə, başqa bir X bir nöqtədəki canlını eyni kateqoriyaya qoya bilməzsiniz. Digər bir məsələ, Tanrının var olması bəlli bir dəlil tələb edir. Yəni kainatın yaradılmasında, yaranmasında, var oluşunda və ya təbiətin və ya hər hansısa bir canlının, canlı obyektin yaranmasında bir iştirakının olması, yəni izinin olması lazımdır, özünü tapa bilməsək belə. Heç bir mexanizmanın içində, istər canlı, istər cansız mexanizmanın içində elmin izah edə bilməyəcəyi demək olar ki, heç bir şey yoxdur. 1000 il əvvəl, 100 il əvvəl hər hansısa bir şey izah olunmurdusa, onu Tanrı qoyub yerinə açıqlama vermirdi elm. Davamlı şəkildə araşdırmalar eləyirdi, davamlı şəkildə testlər eləyirdi və bugün nəticə almışıq, 100 ildən sonra fərqli nəticələr ala bilərik. Üstəlik, elmin avantajı bundan ibarətdir ki, elm dogmatik bir anlayış deyil. Bugün var olan bir teori, bugün var olan bir hipotez sabah dəyişilə bilər. Sabah dəyişilən teorinin qabağında, yəni dəyişilmiş olan bir teori sürdürə bilmirsə aktualdır. Və Zubana ki, bir əlavə tənqid də olmağa açıqdır. Məsələ odur. Dogmatik deyil, tənqid olunmağa açıqdır və davamlı da test olunur. Qarşısında varsa daha güclü bir iddia, elm əlindəkini buraxır və yenisinə keçir. Ehtiyac deyilsə. Amma Tanrı konsepti dogmatik bir anlayışdır. Tamamən hər şeyi var edən bir Tanrı vardır. Necə var elədiyi ilə bağlı bir araşdırma tələb olunmalıdır əslində. Non-teizm bunu tələb edir. Amma qarşı tərəfdə, yəni teizmdə bunun necə olduğunu, nə cür olduğunu, hansı şərtlərdən keçdiyini, hansı sabitlərə sahib olduğunu, ümumiyyətlə bunun qəbul meyarları nədir, təqzib meyarları nədir bilinməyən bir formatdır. Yəni biz Tanrı konseptinin dogmatik olmasına nə sübutunuz var? Tanrı konseptinin dogmatik olmasında bütün insanlıq zaten sübutdur. Yəni teizm tərəfdən çıxış edəcək bütün insanlıq sübutdur. Biz, məsəl üçün mən ateist mövqeyidə, Vüsal bəy də böyük ehtimal agnostik, ateistik agnostik olaraq hərdən düşünür ki, bəlkə var, amma heç bir dindar bunu düşünmür. Yəni inanclı bir tam Bunu necə belə çünki bunu rahat sorğulamışıq, uzun müddət təmasım, kontaktım orada olmağa da davam edir. Yəni bəlkə yoxdur deyə düşünən bir çox az bir dindar, yəni inanclı kütləsi var, teist kütləsi var. Yəni baxın, bunu dogmatik adlandırma bu qədər İslam universitetləri, araşdırma mərkəzləri, onların proqramları, təhsil proqramlarını arayıb araşdıranda, məsələn, təkcə Nəsrəddin Tusinin o Allah konsepti barədə yazdığı kitabları ki, Allahın varlığının sübutları,
buna dogmatik ad qoymaq doğrudan da yəni bir qədər Amma yəni din dogmatik deyilmi öz-özlüyündə? Çünki misal üçün sən xeyr. heç dogmatik Yox, deyil. Yaxşı. biz elmi misal mən dildə- dinin içində bir sorğu suala düşürəm və Bəli. sorğu suala özüm Din düşdüyüm buna zaman özü qapatsın. Yox, bilirəm, başa düşürəm. Kafir sözdən məsələn oradan gəlir. Biz səninlə müzakirə etmişdik. Ümumiyyətlə- Sözümün canı nə Hə, idi? yetmişlik bir şeydir. Məsələn, nədir? Mən bəlkə bir sual belə vermək istərdim. Əgər biz çox gözəl bir sual veririz ki, əgər mən iddia edirəmsə ki, hər hansısa bir bizdən milyardlarla işıq uzaqlıqda yerləşən bir səma cismində həyat yoxdur deyirəmsə, mən özümə savadlı deyə bilərəmmi? Mən bunun tam əksinə sual vermək istəyirəm. Bu boyda ucu bucağı görsənməyim və sonsuz Var desəm də. Hə, var deyirəmsə, Maraqlı bəs mən sual. özümə savadlı deyə bilərəmmi? Maraqlı sual. Və mən onun sübutunu tələb edirəmsə, həyatın sübutunu, məsələn mən deyirəm ki, həyat yoxdur və məndən sübut tələb olunur, mən özümü savadlı deyə bilərəmmi sualında? Eyni sualda əksinə vermək olar. Əgər siz iddia edirsiniz ki, Tanrı var, əlimizdə sübut olmadan bunu deyirsinizsə, biz özümüzə o zaman savadlı deyə bilərikmi? Məsələ budur. Buyurun. Mən bir xırda vurğu eləyim. Ümumiyyətlə din, yəni din deyəndə təbii ki, mən İslamı qəsd edirəm. Sən İslamı qəsd İslamı qəsd edirəm təbii ki. Məsələn, xristianlıqda fideizm deyə bir anlayış var. Təbii ki, bütün xristianlar bu cür yanaşmırlar. Məsələn, müasir protestantlar rasionalistlər o öz yerində. Amma klassik xristianlıqda və bu gün də məsələn pravoslav və katolik qollarında fideizm deyə bir anlayış var. Bu qəbildən bəli razıyam. Din dogmatikdir. Məsələn, fideizm nə deyir? Deyir bir şey məntiqsiz olduğuna görə mən ona inanıram. Bitdi. Yəni artıq sorğulama yoxdur. Amma İslamın yanaşması bu cürdür. Məsələn, Allah Qurani-Kərimdə özü deyir ki, sorğula. Nə deyir? Deyir ki, əgər iddia edirsinizsə ki, bu kitab Allahdan deyil, okey, mən sizdən razı. Bir dənə buna bənzər bir dənə kitab qoyun. Bizə razılaşaq. İndi İslam bax, eynən elmin tələb elədiyi şey var. Daha yaxşı nəzəriyyə varsa, digəri getdi. İslam əslində bizim üçün, Qurani-Kərimdə Allah bizim üçün bu konsepsiyanı qoyur. Deyir, daha yaxşısını gətir, bundan daha yaxşısını. Sonra da bunu bitir də. Yəni, Daha yaxşı deyəndə nəyə nəzər tutur? Şeiriyyat tərəfdən yoxsa faktologiya? Hər tərəfdən. Hər tərəfdən. İndi burada müzakirəmizin mövzusu olmadığına görə mən o bütün incəliklərinə girərdim. Niyə görə Qurani-Kərimin bənzəri yoxdur? Həm şeiriyyat cəhətdən, həm bəlağət cəhətdən, həm keçmişdən xəbər vermə, gələcəkdən xəbər vermə, elmi bilgilər, tövriyyə, bir sözün 3 mənası var və üçü də doğrudur. Burada o qədər incəliklər var ki, səslərlə hadisələri çatdırmaq. Yəni bu günə qədər də bu cəhdə bunu bir dəfə cəhd ediblər. Zetrus Furqan adında bir kitab yazmışlar. Əslində o da yəni yeni bir kitab gətirmək deyil, sadəcə Tövratın və Quranın ayələrin bəzilərinin yerini dəyişib eyni kitabı qoyublar. Yəni burada yenilik bir şey yoxdur. Və yenə də o Quranın o incəliklərini çatdıra bilmirlər o kitablarda. Mən demək istədiyim odur ki, İslam əslində dogmatik deyil. Əksinə müasir science, yəni müasir elm daha dogmatikdir. Misal üçün, adi bir nəfər alim Amerikada, Avropada təkamül nəzəriyyəsi əleyhinə bir fikir qoyanda ortaya adam məhkəməyə verirlər. Yəni burada məsələn Michael Behe məhkəməyə veriblər. Mən bilirsən yoxsa Michael Behe çox üzr istəyirəm bunu heç məhkəmədə yəni məcbur eləyiblər adamı öz fikirlərini bəzən inkar eləməyə. İndi məsələn yaxşı onda Qalileyə bəs məcbur eləyən ki, evdə otur, yox fırlanma məsələn deyən kimlər idi? Böyle biz onu tənqid edirik. Bəli. Mən dedim mən İslam adından çıxış edirəm. Bildim. Biz onsuz da burada yəni ümumi din konsepsiyasında, ümumi Tanrı adından danışan insanlardan. Bir də müəllim sualına cavab verərdiniz. O ki dedi ki, məsələn başqa qalaktikalar mən dedim ki, başqa qalaktikada o həyat yoxdur. Həyat yoxduğunu iddia edən adam savadsız olar. O da əks iddia edir. O əks iddiasına aid nəsə bir fikriniz var? Hə, deyəcəm ona bir dənə çox qısa bir şey deyim. Çevik bəy bayaq dedi məsələn hansı teist Tanrının yoxluğu haqqında düşünür. Mən bunu əminliklə deyirəm. Non-teistlərin heç biri məsələn təkamülün yalan olması haqqında düşünmür. Təkamül nəzəriyyəsi birdən yalan ola bilərmi? Niyə görə? Çünki zaten non-teist təfəkkür onu yalan saysa məcbur Tanrıya üst tutmağa məcburdur. Ona görə bunu heç vaxt düşünə bilməz. Yəni bu baxımdan hamısı dogmatikdir. Və dogmatizm fərdə görə dəyişir. Fərdi yanaşmadır bu dogmatik yanaşma. Mən davam edim bunu. Misal bəyin də bir dənə o fikirlə bağlı deyim. O məsələn çox qəşəng iddia verirlər əslində. Yoxluğun iddia eləməyi nə qədər yanlışsa, varlığın da iddia eləməyi yanlışdır. Amma burada mən deyərdim ki,
Burada dəlil məsələsi var. Misal üçün biz Hubble teleskopu ilə hansısa bir planeti müşahidə etsək və orada su görsək, yaşıllıq görsək və biraz da teleskopumuz belə deyək də inkişaf eləsə, daha da yaxından baxsaq, orada bina görsək, misal üçün avtomobilə bənzər bir şeylər görsək, gəzən varlıqlar görsək, biz burada artıq iddia eləyə bilərik ki, ora getməsək belə canlı olduğunu iddia edə bilər. Niyə görə? Çünki rasional faktlar və müşahidə elədiyimiz şeylər orada bir varlığın olduğunu göstərir. Hə, tam dəqiq deyə bilmərik, bu bizim kimi insandırmı, bizdən daha ağıllıdır, bizdən daha aşağı təfəkkürdədir, bunu deyə bilmərik. Amma orada bir canlının yaşadığını deyə bilərik və müəyyən qədər ağıllı olduğunu da deyə bilərik. Niyə görə? Çünki orada bina görürük, ev görürük, maşına bənzər bir şey görürük. Və mən düşünürəm, Tanrı məsələsi də bu cürdür. Biz dəlillərə baxanda bütün dəlillər bizi bir varlığa aparır. Və amma yoxluğuna dair isə bizim bir əlimizdə tutarı dəlil yoxdur deyə düşünürəm. Buyurun, siz nəsə qeydiniz var? Bayaq siz vurğuladınız ki, İslam akademiyaları, mədrəsələr, təhsil müəssisələri və Ziya bəy də əlavə elədi ki, İslam düşünürləri, filosofları. Və mən də deyirəm ki, hətta iddia edirəm ki, bunların heç biri Tanrının rəddiyəsi üstündə çalışan bir mexanizma deyil. Bütün İslam düşünürləri də daxil olmaq, yəni mənim bildiyim və oxuduğum. Hamısının çıxış nöqtəsi Tanrıdır. Tanrını var eləmək üçün əllərindən gələni eləyirlər. Tanrının yoxluğunu düşünərək deyil. Yəni bu o demək deyil ki, İslam düşünürləri filosofu niyə yoxluğunu sübut eləməyə çalışsın ki, zaten müsəlmandır bu. Məsələ də odur da, zaten inanclı adam ona görə dogmatikdir ki, sadəcə bütün fikirlərinin çıxış nöqtəsi Tanrıdır. Və əvvəl Tanrını, misal üçün, belə deyim də, Cevik. Məsələn, bu gün biz gravitasiyanın varlığını bilirik, əminik də, düzdürmü? İndi mən məsələn, əmin deyilik, bilirik. Yox, gravitasiyanın qanunu əmin çalışdığından əmin deyilik. Yox, nəzəriyyəni demirəm, qanunu deyirəm. Bir var gravitasiya qanunu, bir var nəzəriyyə tərəf. Nəzəriyyəsini demirəm, qanunlar. İndi mən məsələn bir nəzəriyyə ortaya qoyanda gravitasiya qanununu mütləq nəzərə alıramsa, bu artıq qəbul edilən həqiqətdir də. O demək ki, mən dogmatikəm. Bu doğru deyil. Adamlar yəni əvvəl Tanrını qəbul edirlər rasional dəlillə. Ondan sonraki fikirləri təbii ki, Tanrı ilə uyğunlaşdırırlar da, bu normaldır. Bunu davam elətdirir. Dəlil olaraq da verərsiz hər hansısa bir İslam düşünürünün Tanrının rəddiyəsi ilə bağlı apardığı hər hansısa bir çalışma var. Vəziyyətlə bağlı sorğulaması ilə bağlı. Mən verərəm biraz. Baxın, çox yaxşı davam edir, yəni verilişin gedişatı əladır. Baxın, dünyəvi elmlərdə də hər hansı bir qanunun, hər hansı bir belə deyək, bir iddianın sübutu zamanı eyni qapıdan çıxılıb. Bir dəfə bir videoda bizim belə bir şey olmuşdu. Ateistlərlə olan bir videoda, bir debatda belə bir şey olmuşdu. Dedilər ki, çıxacaq qapı eynidir. Elvin bəydir deyəsən. Yadınızdadır. Dedi ki, sizin üçün çıxacaq qapı eynidir. Allah var. Deyilmi yaxşı? Teorem var. Deməli, Pifaqor teoremi. Pifaqor teoremini hər kim araşdırsa çıxacaq qapısı eynidir. Düzbucaqlı, üçbucaqda hipotenuzun kvadratı katetlərin kvadratlarının cəminə bərabərdir. Burada da çıxacaq qapı eynidir. Yəni bunu da araşdıran adam aksiomadır da var. Hə, bax, deməli dini iddialarda da çıxacaq qapı eyni ola bilər, amma ora yanaşma məntiqi yanaşma olmalıdır. Yəni dində məntiq var. İslam təhsil məsələlərində məntiq elmi keçirir. Həmin məntiq və fəlsəfi dəlillər vasitəsilə sübuta yetirilir. Məsələn, siz deyirsiniz sorğulama yoxdur. 2001-ci ildə Oxford Universitetində İbn Sinanın Tanrının sübutu barədə olan dəlili adı da belədir, Bürhan-ı Siddiqin. Kim istəyir, mən izləyicilərə də deyirəm, vursunlar. Həm deməli ChatGPT-də digər vasitələrlə də axtarıb tapa bilərlər. İbn Sinanın Bürhan-ı Siddiqin dəlili 2001-ci ildə Oxford Universitetində yanvar ayında müzakirə olunub və çox tutarlı dəlil kimi hesab olunub. Bəs yaxşı İbn Sina ən tutarlı dəlildir. Ondan güclü dəlil yoxdur. Ondan güclü dəlil yoxdur. İbn Sinanın Bürhan-ı Siddiqin dəlili, yəni səbəb-nəticə ilə Tanrının sübut eləməsi, bu elə bir sorğulama deyil. Sanki əvvəldə bir sorğulama. Təbii. Səbəb nəticə, bəs sonuncu səbəb nədir? Bu sorğulamaqdır. Özdə müsəlman dünyasının ən tanınmış alimlərindən biri İbn Sinadır və çoxunun da xəbəri yoxdur ki, İbn Sina təbabət alimi deyil təkcə. İbn Sinanın din barədə yazdıqları kitablar, təbabət barədə yazdıqları kitabların dəfələrlə çoxdur. İstər Nəsrəddin Tusi olsun, istər Oxsilər olsun. Yəni bunu bizə Sovet dövründə ateist təfəkkürlü bir insan kimi. Bir də Space kanalında verilişlərin birində mən oturmuşam, neçə nəfər hamısı mənə qarşı. Orada dedilər ki, İbn Sina ateist olub. Dəhşət imkan vermədilər. Soruşum ki, siz bilirsinizmi ki? Siz bilirsinizmi ki? Siz bilirsinizmi ki, İbn Sina hansı fəlsəfi cərəyanın rəhbəri olub?
Məşşai fəlsəfəsi. Məşşailər nə deyirlər? Deyirlər Allaha getməyin yolu ağıldır. Ağıl yolunu Allaha tapmalıdır. Düzdür, indi bu əvvəllər də olub, yəni Aristotel fəlsəfəsində də olub, amma məsələ bunda İbn Sina bunu təsdiq edib və bunu inkişaf elətdirib. Necə İbn Sinanın ateist? Yəni demək istəyirəm ki, baxın, İslam təhsil məsələlərində kitabları tədris olunan İbn Sina, ondan sonra Nəsrəddin Tusi ilə bizim tanıdıqlarımızı deyirəm. Bunların Tanrı konseptində yazdıqları dəlillər, bunları sorğulamanın nəticəsidir. Baxın, dini mətnlərin, dini maarifin doqmatik olmadığını sübut edən ən gözəl dəlillərdən biri mənlə Ziya müəllimi. Ziya müəllimlə mənim insanın yaradılışı barədə Adəmdən törənib və Adəm ilk insandır və ya yox, bu barədə fikirlərimizdə fərqlər var. Mən ilahiyyatçılıqda dini müdafiə edən bir şəxs, amma fikirlərimizdə fərqlər var. Bu özü deməli əslində dinin konsepsiyaların doqmatik olmamasına bariz nümunədir. Mən əziz deməli bizim qonaqlara söz vermək istəyirəm. Bizim bayaqdan dediklərimizə öz iradlarını bildirsinlər. İradım bundan ibarətdir ki, ona görə konkret olaraq, yəni dəqiq olaraq doqmatikdir ki, dinin ya da Tanrı konseptinin ümumiyyətlə təkzib metodu yoxdur. Siz bütün iddialarda, yəni bir iddia qaldırırsınız ki, Tanrı vardır, olması zəruridir. Buna təqzib meyarı qoymursunuz. Yəni bir şeyin təqzib meyarı yoxdursa, bu istənilən halda çıxacağı tək qapı var. Tanrı vardır. Sizin iddianıza görə. Təqzib meyarı olmayan bir şey ontoloji fakt kimi, ontoloji iddia kimi, yəni varlıq iddiası kimi qaldıra bilməzsiniz. Digər bir məsələ sonsuz geriyə dönüş zincirində bir problem ola bilər. Yəni bunun bir başlanğıcı olmalıdır deyirsiniz. Bu heç bir məntiqi ziddiyyət təşkil eləmir. İstər müasir analitik fəlsəfəçilərdə, istər orta çağdakılarda. Heç bir məntiqi ziddiyyət təşkil eləmir və eləyirsə bunun da açıqlamasını və cavabını almaq istəyərik. Digər bir məsələ sizin təyin elədiyiniz Tanrı iddiası, yəni iddia olaraq ortaya qoyduğunuz Tanrı konseptinin təqzib meyarı varmı? Varsa bunlar nələrdir? Vüsal bəy, buyurun, siz də icra edin. Əslində mənim iradım birbaşa Ziyanın dediyi iddiaya idi ki, əgər biz misal üçün da desənə təkamül bir doqmadır, doqmatik yanaşmadır və əgər non-deistlər təkamülü qəbul etmirlərsə mütləq dinə getməlidirlər. Bu bizə nəyə oxşuyur? Ağ və qara konsepsiyasıdır. Yəni ağ deyilsə qaradır, qara deyilsə ağdır. Amma yəni əgər təkamül deyilsə bu belə deyək yer kürəsində olan canlıların müəyyən fazadan digər fazaya keçidin izahı mütləq deyil ki, din bunu izah edir. Yəni misal üçün əgər biz bunu təkamül yolla, digər yolla sübut edə biləcəyiksə, yəni də non-teist yolla təkamülü biz rahatlıqla çıxara bilərik. Sabahsın təkamülün üzərinə təkamülü belə deyək, yenə də elmi yolla, elmi testlər sayəsində ona suallar verərək model dəyişmədən, yəni belə model dəyişməsə, təkamül olduğu kimi qalsa, biz ona suallar versək, onu çökdürsək elmi yolla, biz onu qəbul edəcəyik. Amma mütləq deyil ki, biz dinə gedək. Çünki biz dini doqmatlara getdiyimiz zaman verilən suallara dini doqmatlar artıq cavab verə bilmir. Əfsuslar olsun ki. Yəni misal üçün atıram da, həm də burada elə o insanın yaradılışından da gedək. Misal üçün bütün səmavi dinlərdə bir dənə danılmaz bir həqiqət var ki, Adəm var, Həvva var. Bu danılmaz bir həqiqətdir. Bütün səmavi dinlərdə Adəm və Həvva ilk yaradılmış insanlardır. Əfsuslar olsun ki, belədir. Okey də, İslam deyir ki, mən insanı belə yaratdım. Adəm və Həvva. Hətta Həvva adı keçmir ümumiyyətlə Quranda. Hardadır? Bəs yaxşı, biz ilk insan deyil Adəm. Xeyr. Bəqara 30-da Allah Adəmə xəlifə deyir, yəni davamçı deyir. Bu mövzuda mənlə Ziyanın hətta fikirlərində çelişki var. Mən qətiyyən İndi mən sənə bir şey deyim. Tamam, o zaman burada digər bir problem çıxır ortalığa ki, sənin belə düşünməyin, o demək deyir ki, bütün bizim müsəlman toplusu dediyimiz şəxslər belə düşünür. Yəni əfsuslar olsun ki, hazırda sən şəhərə çıxsan, 10 nəfərdən 9-u sənə deyəcək ki, Adəm birinci insandır. Bu normaldır. Ya onu aslına qalsan anormaldır. Çünki əgər məsələn bu gün təkamülü qəbul edən Azərbaycan sferasında deyirəm. Məsələn 90% insan elə bilir ki, təkamül meymundan insanın yaranması demir. Mən bu arada Halbuki təkamül nəzəriyyəsi bunu deyir. Birbaşa meymundan yaranmanı deyir. İndi bunların yanlış bilməsi bunun belə olmadığına dəlil deyil. Toplum təbii ki, cahil olduğuna görə toplum yanıla bilər. Bəs indi yaxşı, bəs dinin də doqmatları məhz toplumun cahil olmaması üçün yönəlməsinə qalsa, bu kitablar, bu vəhiylər deyirsən də sən, vəhiylər də hansı mesaj ötürür? Mən bir də versə çox qısa bir şey toxunam. Dostlarımızın o doqma deyəndə yanıldığı yer nədir? Biri var din, bir də var dinin oxunuşu. Məsələn, hansısa alimin, hansısa ruhaninin dini oxunuşu və yaxud bizim özümüzün, məsələn, mənim din oxunuşum, Fazil müəllimin din oxunuşu. Dinlə din oxunuşu fərqli şeylərdir. Din oxunuşu fərdə aid məsələdir. Din isə obyektiv bir məsələdir.
Bizim dogma dediyimiz məsələ adətən bizi yanıldan məsələ. Alimlərin və yaxud ruhanilərin dogmatik yanaşmasıdır. Məsələn, bəzən olur da hansısa ruhani özünü qoyur Allahın yerinə, başlayır deyir ki, mənim dediyim %100 həqiqətdir. Sən bundan çıxa bilməzsən və hətta mən dəfələrlə şahid oldum ki, adi Adəm məsələsinə görə mənə kafir deyən adamlar olub. Niyə görə? Çünki onların tabusudur, dogmasıdır. Onlar onu qıra bilmirlər. Amma məsələn mən dinə obyektiv yanaşmağın tərəfdarıyam. Yəni kiminsə dogması ilə yox. Əgər tarixi dəlillər, elmi faktlar və dinin, yəni Quran ayələri bizə bir şey göstərsə, onu qəbul etməkdə problem yoxdur deyə düşünürəm mən. Kütlə çox şeyi başqa cür qəbul edə bilər. Məsələn, çıxaq kütlədən soruşaq ki, Azərbaycan Cümhuriyyətini kim qurub? Bəlkə də bir çoxu bilməyəcək Məhəmməd Əmin. Rəsulzada şahid deyən adamlar var. Yəni bilməyəcək bəlkə də. Bu o demək deyil ki, yəni bu olmayıb. Yəni bu iddianı bəs bu misal üçün deyirsən, təkamüldən çıxsalar dinə getməlidirlər. Niyə görə təkamüldən çıxsalar dinə getməlidirlər? Çünki təkamül nəzəriyyəsini özünün fərqli oxunuşları var. Misal üçün, Darwinist təkamül nəzəriyyəsində mərhələli təkamül anlayışı var. Stephen Jay Gould'un yanaşmasında sıçrayışlı təkamül nəzəriyyəsi var. Amma yenə də nəticədə məsələ nədir? Təkamül tək hüceyrədən komplekt varlıqlara gəlib çıxmaqdan gedir söhbət. Burada indi biz təkamül nəzəriyyəsini qoysaq qırağa, onda bu çıxır ki, ortaya təkamülü qoysaq qırağa, pişik kimi yaranıb, insan kimi yaranıb. Əgər təkamül nəzəriyyəsi yanlışsa, başqa alternativin varsa mən məmnuniyyətlə var əslində. Və yaxud məsələn Michael Behe-dən bunu da deyim. Michael Behe məsələn yanlışması necədir? Michael Behe deyir ki, heç də bütün canlılar bir tək hüceyrədən yaranmayıb, hər növün öz tək hüceyrəsi olub, yəni bir çox tək hüceyrəli olub və o tək hüceyrəlilər təkamül eləyərək çoxalıblar, bölünüblər, artıblar, çox hüceyrəyə keçiblər. Bu da nəticədə təkamül nəzəriyyəsidir. Amma o dəyişmə prosesi ki var, dəyişmə prosesini qırağa qoysaq, zaten dindən başqa alternativ qalmır. Ki mən də bu cür yaradılışı qəbul eləmirəm. Yəni Allah bu cür yaratmayıb deyə düşünürəm mən. Amma başqa alternativ yoxdur və ona görə də bir ateist, bir non-teist təkamül nəzəriyyəsinə dogmatik yanaşmağa məcburdur. Zaten başqa alternativ yoxdur. Amma onu sorğulamasa, onda bu yanaşma təməldə səhvdir. Bəs sorğuluyublar deyə buna gəlib çatıblar da. Yox, ki, Darwin özünü sorğulamırdılar bu fakt olaraq. Yəni Darwinin bir çox məsələlərdə səhv etdiyini belə deyək ki, sübut ediblər. Nəyə əsasında sorğuluyublar. Adi misal üçün bəzi arxeoloqların manipulyasiyaları sayəsində onların da əfsuslar olsun ki, dinə qarşı prinsipləri olduğuna görə güya ki, təkamülü sübut etmək üçün makinasiyalara, nə bilim, oranqutanın çənəsini, bəli. Onu da yeri gəlmişkən təsdiq edən, sorğulayan alimlər idi. Öz yandaşının elədiyini sorğuluyub, yəni bunu hər hansı bir din xadimi, inancı bir insan etməyib. Bunu onunla bir fikirləri bölüşən, onunla bir işi görən elm insansı olub ki, bir dəqiq yəni bu elm adamıdır. Amma o bilən baxım görüm bu ümumiyyətlə düz deyilmi? Məsələ budur. Bəzi yerlərdə mən səndən razıyam, təbii ki, misal bəzi yerlərdə sorğulama var. Amma ümumiyyətlə təkamül nəzəriyyəsinə qarşı qoyulan arqumentlər bu gün elm dünyasında nə qədər aktualdır. Misal üçün Michael Denton'un təkamül nəzəriyyəsinə qarşı çox ciddi arqumentlər var. Və təkamül nəzəriyyəsində bu günə qədər elmi cavabı yoxdur bu arqumentlərin. Məsələn, Michael Denton arqumentlərindən. Məsələn, indi sual verirəm, bunun bu gün müasir elmdə nə qədər yeri var bu arqumentin? Yoxdur da yeri fakt. Sırf təkamül nəzəriyyəsi əleyhinədir deyə bu gün yeri yoxdur elm dünyasında. Çünki elm bunu dogma kimi qəbul edib. Sən bu nəzəriyyəyə qarşı bir şey dəlil qoymusansa, artıq atılır qırağa. Yəni işləmir. Mən sən başqa bunun bir izahını verəcəm. 400 ildə eyni dogmatizm Newtonun tərəfində idi. Amma 400 ildən sonra Einstein gəldi, sübut elədi, təsdiq elədi. Niyə görə? Amma niyə görə deyirsən? Çünki Newtonun qravitasiya qanunu heç bir inanc məsələsini ələ almırdı. Ona görə də o məsələdə açıq beyinlə yanaşıla bilirdi məsələyə. Tam da yanaşılmır. Einstein həqiqətən qəbul etmir. Einstein isbat elədi də məsələni. Məsələ də odur da 400 il, hətta onu gedişinlə məşğul uşaq deyən böyük alimlər də olub Einstein özü. Amma yəni burada yenə sənə demək istədiyim odur ki, indiki məsəl üçün atıram da, sən bilə bilməzsən ki, 50 ildən sonra belə deyim də bir dogma kimi baxsaq, Sabasın təkamül indiki bizim qəbul etdiyimiz təkamül nəzəriyyəsinin hər hansısa bir fundamental hər hansısa bir məsələsində bir sorğulayacaq bir arqumenti sən normal və düzgün şəkildə təqdim etsən və yaxud da ki
ümumi modeli dəyişmədən, əymədən, büzmədən təqdim etsən, əlbəttə ki, bunu qəbul edəcəklər. Orada çox güman ki, nəsə başqa məsələ. Sən dediyin bilsən nədir? Mənim mütəmadi olaraq düz dünya yaşlılarına apardığım davadır. Bir dənə stabil mil modelləri yoxdur. Hər yeni suala görə yeni düz dünya modeli gətirirlər. Çox güman ki, orada belə problem olur. Burada məsələn çox üzr istəyirəm, bir qısa bir şey dedim. Bəzən alternativin olmaması məsələdən dogmatik yapışmağa səbəb olur. Misal üçün, təkamül nəzəriyyəsi deyirsən. Təkamül nəzəriyyəsinə qarşı nə qədər əks arqument olur olsun, nəzəriyyəyə qarşı alternativ gəlməyənə qədər nəzəriyyə dogmatik qalacaq. Misal üçün, abiogenez. Abiogenez nəzəriyyəsi niyə bu gün bütün dünya universitetlərində tədris olunur? Halbuki heç bir isbatı yoxdur. Səbəbi nədir bunun? Alternativ yoxdur. Alternativ yoxdur, çünki science materiya üzərində çalışır. Science çıxıb deyə bilməz ki, yəni elm çıxıb deyə bilməz ki, biologiyada, misal üçün, iç canlını Allah yaratdı. Bu iddianı verə bilməz də, yəqin razısan da mənim bu elmin iddiası deyil. Amma detallarını inkar edənlər var. Onda elə çıxır. Yəni, tanınmır. Burada məsələ nədir? Abiogenezin heç bir əsası yoxdur və əks dəlillər göstərir ki, abiogenez yanlış nəzəriyyədir. Amma bu günə qədər abiogenezin qalma səbəbi alternativin olmamasıdır. Təkamül nəzəriyyəsi də eynən elə, nə qədər əks arqument qoyulsun, alternativ qoyulana qədər o dogma kimi qalacaq. Çünki qaçınılmazdır. İndi mən sənə bir şey deyim, sən dogma. Dogmanın təməli elə dinin özündədir. Misal üçün atıram. Sən yaxşı insansan, hara gedirsən? Cənnətə. Pis insansan, hara gedirsən? Bu dogmadır. Bu dogma deyil bə. Bu dogmadır. Yəni mən pis bir hərəkət edəndə mənim dogmadır. Bu dogmadır. Hara fırasan, sən Tanrını inkar edirsən, sən kafir. Bu dogmadır. Baxın, hara fırasan dogma. Vüsal bəy, əgər mən iddia etsəm ki, Ziya bəy ya mən cənnətə gedəcəm, bu iddianın özü səhvdir İslami baxımdan. Məsələn, mən deyim ki, mən namaz qılıram, haramdan, mən 100% cənnətə gedirəm. Bir nəfər özünə 100% cənnət iddiası eləsə, bu özü İslami baxımdan qınanılır. Hətta Fazıl müəllim, çox üzr istəyirəm. Quran-ı Kərimin Maun surəsində Allah namaz qılanları cəhənnəmdən müjdələyir. Oxumusan o ayəni, Allah nə deyir? Deyirsən, dini və axirət günü inkar edəni gördünmü? O kəsdir ki, yetimə hiddətlə qovur və acıları doyuzdurmur. Dalıcan deyir ki, vay olsun o namaz qılanların halına. Okey, indi hər bir Allah şərt olan yerdə bu şərtləmə var axı. Şərtləmə olan yerdə dogmadır. Şərtlənmə var ya, amma şərtlənməni nə ilə verir? Cəmiyyətə faydalı insan olmaqla verir də şərtlənməni. Bunu bəyəm hansı məktəb vermir ki, bu şərtlənməni? Hansı məktəb deyir ki, pis insan olun? Ziya bəy, mən qısa bir deməli Çelik bəy öz iradlarını bildirsin, mən də öz buyurun. Təkamülü rəddiyə verəcək ya da təkamülü alternativ qoyan din deyil. Yəni yenə də bunu elm eləyəcək və bunun bəlli bir metodikası var. Mən də bunu deyirəm zaten. Bəlli bir metodikası var və elmdə bu dogmatik olsaydı tamamilə sarılardılar. Necə ki, Einsteynin də bəlli görüşləri var idi ki, beleşiksizlik, bərabərsizlik kimi mövzularda rəddiyə verildi və ya fərqli bir görüşlər ortaya qoyuldu. Yəni kimsə Einsteyni dogma olaraq qəbul eləmir. Keçərli olan bir mexanizması var sadəcə. Digər bir məsələ, sizi ona görə dogmatik, yəni sizin teizm ona görə dogmatikdir ki, bütün qapıların çıxdığı yer ya Fazil bəyin təyin elədiyi bir yaradılış anlayışdır, Adəm, Həvva və s. Sizin təyin elədiyiniz ağıllı dizayndır. Elə də belə də siz yenə də Tanrıya çıxırsınız. Bu səbəbdən bu dogmadır. Bir qapı ora. Amma alternativdən danışırıqsa, Tanrının özünün də alternativləri var. Yəni ilk səbəblərin də alternativləri var. Başqa alternativ varsayımlar da var, hətta nəzəriyyə səviyyəsində olan alternativlər də var. Yəni alternativ olan bir şey zəruri ola bilməz. Bu ayrı. Digər bir məsələ bundan ibarətdir ki, istənilən halda hara gedirsiniz gedək, biz hansı nəticəni ortaya qoyarsaq qoyaq, siz yenə də Tanrıya çıxırsınız. Ona görə Tanrıya çıxırsınız ki, bu Tanrının qəbul meyarını sizin üçün keçərlidir, təqzib meyarı ortada yoxdur. Yəni hansı hallar Tanrını yox hesab edir? Hansı hallar baş verərsə Tanrı yox olacaq. Mən onu vurğulayaram Fazil müəllimin çıxışından sonra bir dənə çox qısa bir şey deyim. Bu arada mən elmin özünə dogmatik demirəm. Mən də necə ki dinin özü dogmatik deyil. Dinin oxunuşu dogmatikdir. Eynən elm də bu cürdür. Elmin özü dogmatik deyil, amma elmin oxunuşu dogmatikdir. Elm adamları məsələyə dogmatik yanaşa bilər. Mən dediyim bu. Başa düşdüm. Baxın, Quran-ı Kərim kontekstini götürsək, yəni birbaşa, yəni bir dinin kitabını götürsək, Tanrının kitabında qeyd elədiyi bəzi nüanslara görə insanların, bir müsəlmanın öz aralarında ixtilaflı olma icazəsi var. Yəni bu özü dogmatikliyi darmadağın edir. Hətta Quranda insanın yaradılış səbəbi kimi verilir. Bax qeyd edir. Buyurur, məsələn, "İnnə rabbəkə huvə yəfsilu beynəhum." Həqiqətən Allah sizin aranızda izah eləyəcək, ayıracaq
yevməl qiyamət günündə fīmə kənu fihi yəxtəlifun. O şeylərdə ki, ixtilaflıydınız. Dünyada ixtilaflı olduğunuz mövzular barədə qiyamət günündə sizə açıqlama verəcək Allah. Bu ayə Quranda 3 yerdə açıq şəkildədir. Bir neçə yerdə də qapalı şəkildədir. Deməli, ixtilaf Allah tərəfindən öz kitabında qoyduğu qanunlardan biridir. Bir ayda var idi Fazil müəllim. Bəlkə siz xatirəsi deyir, əgər siz ixtilaf eləməsəydiniz, Allah sizin yerinizə başqa bir ixtilaf edən toplum gətirərdi. Səhv eləmirəmsə bu cür bir ayda ixtilafla bağlı. Yəni bu mühümdür insan üçün. Niyə düşüncə, analitik olmalıdır bizdə? Bu bir məsələ. İkinci elə yeni mövzu da açıram bunu ilə həm də qonaqlar üçün. Baxın, Çevik bəy deyir ki, deməli elə bir ki, Allah Tanrı məsələsini şübhə altına alan, necə dediniz o cümləni, ifadəni? Təkzib edən. Təkzib metodu nədir? Metodu. Qapının açıq olması təkzib metodu üçün şərait açır. Yəni, qapı açıqdır. Kim istəyirsə Tanrının olmamasını gəlsin sübut eləsin. Qapı 1-dirmi, 2-dirmi? Məsələ odur. Qapı 1-dirmi, 2-dirmi? Qapı müxtəlif yollarla. Mən də bir şeyə toxunacağam, o da Fazil müəllim. Bu məsələnin bir tərəfi. Biz bilirik ki, Dalton 1801-ci ildə atomun bölünməməsini dogmatik şəkildə iddia edirdi. Yəni deyirdi ki, atom bölünmür. Bundan neçə il sonra 1897-ci ildə, hələ 1897-də Thomson sübut elədi ki, xeyr, atom bölünəndir. Düzdür? Yəni bax bu Planck lab dərinə getdi. Planck lab dərinə getdi. Ondan sonra var mən burada qeydlər eləmişəm. 11-ci ildə və 32-ci ildə protondan neytron kəşf olundu. 1911-də, 1932-də də neytron kəşf olundu. Yəni bura qədər, bayaqları Çevik bəy də bana toxundu ki, elmin iddiaları həmişə qəti olmayıb. Yəni dogmatik də səslənsə bəzi hallarda neçə ildən sonra həmin dogmanın darmadağın olduğunun şahidi olmuşuq. Bayaq dediyim kimi Daltonun məsələn nəzəriyyəsinin darmadağın olması atom bölünən oldu. Və sonrakı illərdə bundan başqa bir kəşflər, məsələn 1960-70-ci illərdə kvarklar kəşf olundu, düzdür? Yəni kvarklar barədə ora qədər heç bir məlumat yox idi. Deməli, elmdə də dogmatik anlayışlar var və elm xadimləri də dogmatik fikirlər irəli sürüblər və bax elə buradan müraciət edirəm yenə Çevik bəyə ki. Amma bu yenə də elmin oxunuşudur ha, elmin öz metodikası dogmaya qarşıdır. Bəzi fərqlərin dogmatik. Necə ki din dogmaya qarşıdır, dinin oxunuşu dogmatik ola bilər, elmdə də eynən budur. Bu aydın məsələ, amma məsələn Çevik bəyin dediyi ki, Tanrı anlayışı, məsələn biz əvvəl dedik ki, Tanrı yoxduru aramızda yalnız Çevik bəy iddia edir və qeyd edir həmişə öz platformalarında. Yaxşı, bu yoxdur. Axı elm bu qədər inkişaf eləyə keçmiş postulatları, keçmiş qəbul elədiyi qanunları inkar eləyir. Siz nə bilirsiniz ki, 1 ildən sonra, 10 ildən sonra Tanrının varlığını sübut eləyən dəlillər ortaya çıxmayacaq və qəti şəkildə deyirsiniz Tanrı yoxdur. Bax bu elm, yenə də elmə söykəmisiniz. Deyirsiniz ki, qeyd edirsiniz ki, deməli həm rasionallıq cəhətdən, həm deməli epistemoloji cəhətdən müşahidə, analiz əsasdır bir həqiqətin sübutu üçün, düzdür? Bu müşahidə və analiz keçmiş elmi bayaq adını çəkdiyim məsələlərdə atom bölünməsi və bunlar sübuta yetirilib ki, artıq bu dogmatik ola bilməz. Gələcəkdə yeni kəşflər nəticəsində yeni, yəni keçmişi rədd edən və yeni qanunlar ortaya çıxaran əsaslar ortaya qoyula bilər. Bunu bilərək necə Tanrını heç olmasa agnostik yox, yəni qəti şəkildə inkar eləmək olar. Bunu istəyirəm sizə sual verim. Gözəl. Bayaq dediniz ki, qapılar var, təqzib metodikası ilə bağlı. Bu metodikanın hansı qapı olduğu, hansı rəngdə olduğu, hansı açarla açıldığı bəlli deyil. Yəni biz o qapını hansı ilə açacaqdır? İstənilən metoddan istifadə edin, isbat edin ki, yoxdur. Bu bizim metodumuz deyil, sizin olmalıdır. Biz sizə nə desək və nə cür dəlil qoyulsa ortaya, siz deyəcəksiniz ki, Tanrı yoxdur. Xeyr. İkinci bir məsələ elmin məsələsi. Yəni ateizm bir elm mövzusu deyil. Yəni elmdən istinad eləyə bilər, elmdən istifadə eləyə bilər. Mən istifadə edirəm məsəl üçün. Amma bir ateist keyfi olaraq mən Tanrını inanmıram ya da qəbul eləmirəm, yox sayıram da deyə bilər. Hal-hazırda əlimizdə olan bilgilər, hal-hazırda əlimizdə olan epistemik bilgilər və bizim məntiq qaydalarımız, məntiqi düşüncəmiz ona imkan verir ki, mən deyəm ki, hal-hazırda bir Tanrı yoxdur. 5 ay sonra Tanrım olar, 5 il sonra mı olar? Bu artıq başqa bir mövzudur. Nə zaman dəlilləndirilərsə, yəni tam ya rasional çərçivədə, empirik və ya məntiqi olaraq, yəni əqli olaraq. Hələ də siz iki istiqamətdə heç bir dəlil təqdim eləmirsiniz.
Üstəlik bu dəlillərin təqzib meyarlarını təyin Siz edirsiniz. dəlillərlə tanışdınızmı? Məsələn, bayaq adını çəkdiyim İbn Sinanın dəlili ilə tanışsınızmı? Tanışsınızmı? Bura dair zaten qeyd elədim bayaq. İradımı da qeyd elədim. Sonsuz geriyə dönüş zəncirindəki məntiqi ziddiyyət nədən ibarətdir? Əgər bir geriyə dönüşdə məntiqi bir ziddiyyət yoxdursa, siz onun tərsini iddia edə bilməzsiniz. Bunun üçün Ziya bəy, elə deyirəm, gələcək mövzularımızda ayrıca bir dənə mövzu. Yox, xırda toxunmaq olar, məntiq Məsələn, hatası nizam dəlili hardadır? və s. Yəni açarıq ayrıca. məntiq hatası çox bəsitdir o səbəb nəticə Mən arqumenti. maraqlı olmaq üçün bu sualı da verim ki, Vüsal bəy də bunu cavablandırsın. Biz ümumiyyətlə dəlillərdə rasionalizmə nə qədər yer veririk? Mən bəzən saxtakarlıq görürəm. İndi bunu saxtakarlıq adlandırmaq hardasa bir qədər qeyri-etik görünər. Adını belə qoyaq da, hardasa ikili yanaşma. Məsələn, gəlib görürük ki, məsələn bildirirlər bizə ki, empirik dəlillər əsasdır. Empirizmlə bir şey sübut olunursa, o həqiqətdir, hə? Eyni bunu iddia edənlər məsələn termodinamikanın 2-ci qanununda buna riayət eləmirlər. Yəni rasional əsası. Zaten elmi dəlillərin böyük əksəriyyəti empirik deyil, rasional çıxarır. Bəli. Məsələn, qüvvənin saxlanma prinsipidir. Nə qədər deməli biologiyada, kimyada, fizika kimi dəqiq elmlərdə rasional dəlillərə üstünlük verirlər. Necə olur ki, yəni bu cür ikili standartlar, yəni mən ikinizə də bu sualı verirəm ki, bu ikili standartlara münasibətiniz necədir? Niyə görə məhz dinə gələndə biz Tanrını fəlsəfi və məntiqi yolla sübut eləməyə çalışanda deyirsiniz ki, siz demirsiniz, yəni deyirlər ki, indi ola bilər siz də deyirsiniz, yəni deyirlər ki, yox bu ancaq mütləq empirik yolla sübut oluna bilər. Empirik yolla bir şey sübut oluna bilməzsə, bu dəlildir və bu cümləni də artırım ki, empirik yolla bir şey sübut oluna bilməzsə bu dəlil deyil cümləsinin özü empirik yolla sübut olunmuyor. Təbii ki, yanlış cümlədir. Okey, tamam. Bunu biz səninlə müzakirə eləmişdik ilk debatımızda. Sizə sadəcə olaraq bir sual vermək istəyirəm. Sizin fikrinizcə mənfi zaman mümkündürmü? Mənfi zaman. Bəli. Yəni rasional olaraq. Hə, yəni bunu nəzərdə tutursunuzmu ki, tutalım Big Bang nəzəriyyəsindən Yox, Big Bang zaman. ümumiyyətlə Big Bang nəzəri. Sadəcə olaraq mənfi zaman anlayışı, məfhumu biz hazırda əlimizdə əldə edə biləcəyimiz nəticələrdə mənfi zaman tapa bilərikmi? Mənfi zaman anlayışı, zamanın geriyə getməsi. Hə, zamanın geriyə getməsi deyirsən. Yəni bütün hesablamalar sənə zamanın geriyə getdiyini göstərə bilərmi sizcə rasional olaraq? Hə, hazırda geriyə getdiyini, yox. Hazırda. Amma fakt olaraq əfsuslar olsun ki, keçən ilin aprel ayında və noyabr ayında bu meta-analizin təsdiq olundu ki, rubidiy atomlarında heç bir rasional sən buna izah gətirə bilməzsən. Və empirik yolla bunlar hamısı yoxlanılıb. Deməli, rubidiy atomları müəyyən bir temperatura, çox aşağı temperatura gətirilir. Ondan sonra artıq yüklənmiş elektronlar rubidiy atomlarına daxil olur və orada necə olmalıdır? Daxil olur atoma, atom müəyyən bir enerji vəziyyətinə gətirməlidir bu superpozisiya. Sonra isə oradan çıxmalıdır. Hesablamalar biz onu göstərir ki, rubidiy atomundan çıxan elektronlar elə həmən elektrondur, amma girməmişdən qabaq artıq çıxıb. Hə, səbəb Yəni ki, yeri dəyişməsi. bizim səbəb nəticə əslində qalsa biz rasional olaraq səbəb nəticə deyirik. Mən bunu buna toxundum, bunu qaldırdım deyə bu hazırda mənim əlimdədir. Mən hətta misal üçün də mən bunu əlimdən buraxsam bu sınacaq, bu geri qayıda bilməz. Amma əfsuslar olsun ki, bizim son araşdırmalarımız belə kvant fluktuasiyalardır, vakuumun daxilində gedən bütün proseslərdir, Kazimir effektidir, Kazimir linzaları effektidir, birdən-birə ortalığa çıxan virtual zərrəciklərdir. Bunların hər biri bizə onu verməyə, onu iddia etməyə haqq verir ki, bizim hazırda danışdığımız bütün bu fəlsəfi, empirik, ontoloji məsələ artıq keçmişdə qalıb. Nəyə görə? Və onlar hamısı hər biri öz-özlüyündə qapalı bir sistemi nəzərə tutub danışırdı. Hətta mən sizə lap da irəli gedib deyə bilərəm. Einsteynin özü belə kainatın qapalı olduğunu düşünürdü. O düşünürdü ki, kainat qapalıdır, ona görə də kvant fizikasına qarşı çıxırdı. Ona görə də o boksing gedirdi kvant fizikçilərlə arasında. Kainat açıqdır. Və Kainat açıqdır ki, açıq sistemdir. Hara fırasın, sən axı mütəmadi olaraq genişlənən və bir şey deyim misal. Hazırda məkanın özü genişlənir, məkanın özü genişlənir. Biz hansısa məkanın içində genişlənmirik. Ona görə kainatda açıq sistem demək yanlışdır. Çünki məkan özü genişlənirsə, deməli bu qapalı sistemdir, daha bəsitdir. Plus enerjinin saxlanma qanunu necə çalışır kainatın içində açıq sistemdirsə. Bəs mən də sənə onu deyirəm ki, kvant fizikası hazırda sənin
bütün suallarına cavab vermək üzrə gedir. Yeri gəlmişkən, Mən- üzr istəyirəm sizdən, yeri gəlmişkən, kvant mexanikası deyək də, fizika deyəndə biraz fiziklər Kvant mexanikası, hə. Kvant mexanikasının o Yo, artıq qıcıqlamırlar, elə kvant fizikası deyirlər. olsun. Kvant mexanikasının yəni son bizə göstərdiyi deyək, yəni fotonlar, işıq, Bəli, bəli. dalğa və ya bu nəzəriyyə rasional şəkildə izah oluna bilərmi? Problem də ondadır da. Problem də İzah ondan olunmaz. ibarətdir ki, izah olunmaq üçün əlimizdə elementar bir şey götürürük. Siz hazırda burada oturmağımızın səbəbi qravitasiyadır. Amma qravitasiyanı sən riyazi yolla heç cürə sübut edə bilmirsən. Çünki sənin bütün dəlillərin dirənir dalana. Sən elektromagnetizmdə zəif və güclü qarşılıqlı əlaqəni sübut edə bilirsən. Əlində yetərə qədər kvarklar belə var. Z bazonlar, W bazonlar, nə bilim, aşağı yuxarı var, hamısı var. Hər biri öz işini görür, amma gravitasiya məsələsində mən kvant səviyyəsində onu kvantlaya bilmirəm. Və məhz buradan ortalığa çıxır ki, bizim bayında sən empirik deyirsən, ontoloji deyirik, bütün bunlar hamısı köhnə sistemə əsaslanıb danışır. Və əfsuslar olsun ki, filosoflar, müasir Plantinqanın özünü, mən şəxsən Plantinqadan gözləyərdim ki, bu kvant fizikası ilə bağlı bir şey desin ki, qardaş, bunu sən necə izah eləyəcəksən? Yaxşı. Bundan qabaq səbəb nəticəni izah edirsən. İyi, tamam. Məsəl üçün bir şey varsa onu Allah yaradır. Kvantla bağlı fiziklər söz deməyə qorxurlar. Sən yazıq filosoflar. Yox. Amma mən sən bir şey deyim. İndi bizim hazırda istifadə etdiyimiz Newtonun fizikasıdır. Yer kürəsindən söhbət gedir. Artıq sən kosmosa çıxanda Einsteinın fizikasıdır. Newtonun fizikasının izahı varsa filosoflar, hətta Newton olmayandan qabaq da belə bunun izahını gətirməyə çalışırdılar da. Ünsür söhbətləri ilə, nə bilim, alovdur, oddur, torpaq və s. məsələsini fizikanı bilmədən belə bunu izah edir. Çünki gördüyünü izah edirdi fakt olaraq. Amma indi biz görmədiyimizi artıq görməyə başlamışıq. Məncə filosoflar buna da bir çarə qılmağa başlamalıdır. Çünki burada artıq problem ortalığa çıxır. Qədimdəki filosoflar gördüklərinə nəzərən danışırdılar. Amma kvant fizikası bizə onu deyir ki, sənin hər gördüyün reallıq deyil. Çünki təmələ qədər getsən, bizim kvant fizikasında stabil deyilən bir şey yoxdur. Heisenbergin qeyri-müəyyənliyi var da, impuls və onun koordinatları məsələsi arasında. Doğru dillərsə izləyicilərimiz də başa düşsün deyə bir elektronun eyni anda həm sürətini, həm onun məkanını sən bilə bilməzsən. Onu bilsən, sən yəni bütün kainatın ha vaxt necə, hansı yöndə gedəcəyini bilməlisən. Bu Laplace'ın şeytanı məsələsidir. Laplace'ın cini şeytanı məsələsidir. Sən onda olacaqsan avtomatik Laplace'ın cini və hər bir şeyi bilirsən və sənin artıq Tanrıdan heç bir fərqin olmur. Mən deyərdim ki, Tanrının özü. Tanrının özüsən, fakt olaraq. Çünki sən əgər bir elementar zərrəciyin bu xaotik hərəkət edən və yeri gəlmişkən kainatın material, buna biz toxuna biləcəyimiz maddə deyirik də, cəmi 5% təşkil edir. Qalan hardasa 69% bu qara enerjidir, qalan da 20% də bunun qara maddədir. O da qara qaranlıq maddədir. O da qaranlıq nəyə görə deyirlər? Bunun təsirini görür, hesablaya bilir, enerjini də hesablaya, hamısını hesaba tuta bilmir o. Kazimir ilə də eyni şeydir. Yəni fizika bizə onu deyir ki, qardaş, sənin gördüyün bu telefon əslində qalsa telefon da olmaya bilər. Və biz elə bir vəziyyətə gəlib çata bilərik elmin sayəsində ki, sabahsı gün mən bu telefonu transformasiya edib qələmə çevirə bilərəm. Ona görə Carl Saganın çox gözəl bir ifadəsi var onunla bağlı. Çox irəli getmiş elm möcüzədən fərqlənməyəcək. Rasionalizmdən söz düşmüşkən, bax müəllim də deyir ki, filan filosof çıxsın, buna izah versin. Axı bir cəmiyyətdə yaşayırıq, hələ Azərbaycan cəmiyyətindən söhbət gedir. Rasional bilik. Məsələn götürürük məntiqi bilik. Məntiqi bilik haqqında, məntiqi bir iddia haqqında belə bir fikir formalaşıb. Məntiq səhv eləyə bilər. Məsələn mən deyəndə ki, Tanrını mən istəyirəm biz epistemoloji deməli müşahidə və digər yollarla, metodlarla yox, sırf məntiqi, fəlsəfi, rasional yolla sübut eləyə bilərəm. Qayıdıb deyirlər ki, məntiq xəta eləyə bilər. Bax bunu istəyirəm sizin üçünüzə də sual verim. Məntiq xəta eləyə bilərmi? Şəxsən özümün rəyim budur ki, səhv qurulmuş məntiq xəta eləyə bilər. Doğru qurulmuş məntiq necə xəta eləyə bilər? Əgər bunu nəzərə alsaq ki, məntiqdə xətalı ola bilər, onda ümumiyyətlə fizika qanunları, kimya qanunları və digər qanunlar rasionalizmə əsaslanan hissələri atılmalıdır. Buyurun. Mən belə deyə bilərəm ki, məntiqdə mümkün olan hər şey reallıqda mümkün olmur. Yəni bu istisnai bir durumdur. Misal deyim mən.
Məntiqdə bir məsəl üçün elə Tanrının özü real obyekt deyil. Yəni məntiqdə var eləyə bilərsiniz siz onu. Yox, Hər hansı bir- Tanrını misal çəkmir də, onsuz da siz məsələn fiziki qanunları misal, termodinamika fiziki qanunları, qanunlar digər qanunlar. əqli çərçivədə hesablanmır axı, bəlli dəlillərə tabedir. Bəlli bir metodikaya tabedir. Tətbiq baxımından. Elmi məsələlər məntiqdən əsaslanır. Yəni, Məntiqlə ümumiləşəndə əsaslanır. məntiqə əsas. Bəli, %90%, 80% realda ola bilər. Amma məsələ Tanrı məsələsinə gələndə siz bunu əqli sübut etməyə çalışırsınız. Bəli. Və %100 də haqlı göstərirsiniz ki, bu realda mümkün ola bilər. Halbuki mən bayaq qeyd etdiyim kimi, sizin Tanrı dediyiniz şeyin real obyektə referenti yoxdur. Yəni real obyektə, hansı real obyektə işarə elədiyini biz bilmirik. Hələ də təyin müəllimin edilməmiş. sualı başqa idi ki, o Tanrı demirək. Məsələn, Tanrını məntiqlə əsaslandırmaq olur, amma Məntiqin məntiqin özü- birbaşa öz qanunu deyil də. Sual altında Fazil mənim soruşduğudur ki, bir şey məsələn məntiq qanunu deyir belədir, reallıqda sən nə desən reallıqda yoxdur. Deyir məsələn buna bir misal verə bilərsənmi ki, məntiq qanunu bunu deyir amma o yoxdur. Mən dedim də soruşuram. zaten Tanrı fenomeni. Yox, sırf Metafiziki Tanrı üzərində Tanrı- yox. Tanrıdan metafizik söhbət fenomenlər getmir. çox real Məntiqin dönədir. özünü sual altında. Tamam sən davam Sən et. siz məntiqin özünüz onda mən sual verə bilərəm ki, siz çox gözəl vurğuladınız ki, doğru qurulmuş məntiq. Bəs o doğrunu və səhvi müəyyən edən nədir? Aha. O təməl sualdır. Çünki mən bir şeyin, bir məntiqin doğru və yoxud da səhv olduğunu anlamaq üçün mənim bir meyarım olmalıdır əlimdə. O meyarlar nədir? Məntiq Çox qanunları. gözəl mövzu. O meyar qanunları. nədir və o meyarı təyin edən kim və ya nələrdir? Yəni siz iddia Bunu qaldıra qısaca bilərsiniz. deyərəm mən. Epistemoloji çərçivəyə alıb, varlıq fəlsəfəsi daxilində və bunu məntiqlə də əsaslandırıb bir iddia qaldıra bilərsiniz. Amma bu iddianın, qaldırdığınız iddia Tanrı olmasın, başqa bir şey olsun. Bunun qəbul meyarı nədir, təqzib meyarı nədir və ya bunu nə ilə təyin edirsiniz? Təyinatı nədir və nəyə işarə edir? Biz bunu hələ təyin edə bilmirik. Adi bax elementar sizin dediyiniz məsələyə mən izah gətirim. Məntiqən hamımız bilirik ki, zaman irəliyə gedir. Heç bir zaman sən hər hansısa bir qoca insanın əksinə cavan, yəni Benjamin Button real həyatda yoxdur. Qoca dünyaya gəlsin və cavanlaşsın. Bu zamanın geriyə getməsini kim baxa bilər? Əslində qalsın. Məntiqlə mümkün deyil. Amma əfsuslar olsun ki, əlimizdəki verilər biz öndür ki, qardaş, məntiq mənfi zaman əldə etmişik fakt olaraq. Yəni elektron ora girməmişdən qabaq artıq çıxıb. Bu necə baş verə bilər? Və yəni yenə deyirəm, kvant fizikası özü artıq təməldə məntiqi sorğuluyur. Yox, o zaman məsələsinə qısa vuruq edeyim. Misal, sən dediyin məsələ mikrokainata aid məsələdir. Makrokainat üçün keçərli deyil. Və burada məsələn makrokainatda Sözü bağlan kəsərəm. Sən nədən ibarətsən? mən atomlardan ibarətəm o öz yerində. Sən mikrokainatdan ibarətsən də, bəs o da məsələdir. Bir də digər çox üzr istəyirəm, digər əlavə edeyim. Neyrobiologiyanın yeni yayınladığı akademik bir ton yəni məqalə və dərgi var. Yəni mətn var ki, beyində gedən subyektiv təcrübə dediyimiz, yəni reaksiyalarımız, davranış şəkillərimiz, xatirə və yaddaş dediyimiz şeylərin tamamı kvantum səviyyəsində təyin olunur. Yox, orası aydındır. Mən dediyim nədir? Kvantum Mən deyirəm, səviyyəsindən bizim mikro üçün- səviyyədən makroya təsirləri artıq bilinir. Mən deyirəm ki, bizim üçün keçərli olan qanunlar makrokainat qanunlarıdır. Misal üçün cüt yarıq proyekti var da bilirsən. Bilirəm. Bir zərrəcə eyni anda həm A nöqtəsi, həm B nöqtəsi olur. Mən buradan çıxarış edib deyə bilərəm ki, Vüsal eyni anda həm burada, həm Targovdadır. Ola bilər. 100 il sonra bəlkə ola bilər. Yəni Ciddi bunu deyirəm, sən- Tomra. Necə baş Sən verir əgər bir bu pişiyin Schrödingerin eksperimentini Bu nəzəriyyədir də. Amma yox, amma fakt olaraq elədir. Fakt deyil, nəzəriyyədir. Bax, başa düşdüm də. Sən əqli bir nəzəriyyədir bu. Yəni heç bir pişik yeri gəlmişkən əzab və izdiram çəkməyib bu eksperimentdə. Amma sən həqiqətən də o pişiyə yarı ölü, yarı canlı deyə bilərsən. okeydir. Eyni Amma- anda pişik amma hansı makro halda? obyekt, superpozisiyadadır. Hansı halda yarı ölü, yarı diri deyə bilərəm? Əgər o Qapaq elektron açılana qədər. superpozisiyanı açılana dəyişdir, qədər. bəli. Qapaq açılanda ya öldü ya diridir. Yenə də makrokainatın qanunu girir ortaya. Burada başqa məsələ var. Mikrokainatın zərrəciyi makrokainatın cisminə təsir edir və mikrokainatın zərrəciyinin superpozisiyası pişiyə superpozisiyası Schrödingerin edir. pişiyin var. Sən təcrübədə heç vaxt göstərə bilməzsən. Bu nəzəri bir məsələdir. Bəs mən də sənə məntiqlə girirəm də bu məsələ. Məsələ odur. Yox, bunun məntiqi dəlilləri Təsirini göstərməyə çalışıram. yox. Bu kvant fizikasından çıxarılan bir məsələdir ki, bunu atırlar ortaya nəzəri olaraq. Ya Yox, atırlar deyir. Ha, bunun əməlli başlı arxasında hesablamalar və s. durur ki, bu ona Riyazi təsir etmə hesablama. ehtimalı həqiqətən də var. Riyazi hesablama Bizim həmişə sualımıza fakt gələndə deyil. xaç, mən istəyirəm sizdən də cavab eşitdim məntiq mövzusunda. Hansı- Dediyim sual, məntiqin Ki, səhv qurulan məntiq. Ya Məntiq məntiq nədir? yenə deyirəm, məntiq ümumilikdə, yəni mənim düşüncəmi soruşursa, məntiq hər yer üçün keçərlidir. Bu gün kvant fizikasında məntiqin bəzi müddəalarının sual altına düşməsi belə mənə görə müşahidə problemindən qaynaqlanır. Məsələn, Vüsalın dediyi
məsələn nəticənin səbəbdən əvvələ keçməsi mən düşünürəm ki, bu müşahidə problemləri ilə bağlı ola bilər və yaxud cüt yarıq proyektində eyni zərrəciyin eyni anda həm A nöqtəsində, həm B nöqtəsində olmazdı. Mən düşünürəm bunların hamısı hələ ki müşahidə ilə bağlı olan problemlərdir. Çünki bizim müşahidə gücümüz kvantı hələ ki müşahidə eləməyə əlverişli deyil. Ona demək istəyirsən ki, bir gün gələcək ki, biz elektronun həm hərəkətini, həm yerini biləcəyik. Ola bilər. Bəli. Onda demək ki, hər bir insan tanrı olacaqdır. Niyə Yox, niyə tanrı tanrı olur? Çünki mən izah eləyim. Yox. Çünki əgər sən bir elektronun Aha. harda olduğunu və hansı yerə getdiyini bilsən, sən bütün kainat sənin əlində olacaq. Sözün əsl mənasında. Əlində olmur. Olur, Öngörü olur. qabiliyyətini Öngörürsən. yoxlayır. Sən bilirsən ki, artıq 100 ildən sonra nə baş Tamam, verəcək. fikrimi deyim. Proqnozlaşdırma məsələsi var. Proqnozlaşdırıram, amma proqnozu dəyişməyə qadirəm mən. Bəli, qadirsən. Necə Çünki sən nəyin hara gedəcəyini bilirsən Hə. və artıq bildiyinə görə bilgi bir dəqiqə nədir? Gücdür. Və sən Necə bildiyinə dəyişə görə bilər? təsir edirsən. Misal üçün bax tutalım ki. Əlindəki digər Məsələn, elektronlarını onlara təsir edə bilərsən. Ki Necə? o artıq sola yox, sağa getsin. Və sağa getdiyi zaman sən bilirsən ki, o sağa getsin. Məsəl üçün Mənim atraptamida var. müşahidə elədiyim elektron. Hədəflərini dəyişə bilirsən. Belə hədəflər də Hədəflərini dəyişə bilirsən. Mənim müşahidə elədiyim elektronun 200 milyon il işıq ili uzaqlığındakı asteroidə bir aidiyyatı yoxdur. Mən bunu burada dəyişsəm yer kürəsinə dəyişə bilərsən. Misal üçün atıram. nə baş Bilirsən, verəcək? Yaxşı, bax bir dənə bax, həyatımıza təsir edəcək Ha, diqqət elə dəyişiklik bir deyirsən, dənə. deyim sənə. təsəvvür elə ki, biz Laplasın cini olduq. Görüntünüzə qədər dəyişdirilə bilər. bax, Elə onu deyəcəm. Bir şey deyim, Laplasın cini olduq. Hesabladıq və fikirləşdik ki, 2 milyon ildən sonra bir dənə böyük asteroid dünyayı dəyib məhv eləyəcək. Misal üçün deyirəm. İndi mən bir dənə zəhmət olmasa izah eləyək ki, mən o prosesin qarşısını burada, yəni dünyada nəyisə müdaxilə edərək necə dəyişə O bilərəm? asteroid, hə? Çox rahatlıqla. Necə? Əgər sən kainatda Asteroidin olan deyəcəyi bir şey qoymadan geridə. qoymadan, yəni sən ümumiyyətlə o asteroidi parçalaya bilərsən. Necə də necə? Onun daxili strukturunu dəyişməklə. Necə daxili strukturunu Çünki dəyişir? elektronun Söhbət məsələ bilsən nədir? Sənin materiya dediyin bir şey enerjidən irəli gəlir. Sən enerjinin ümumi vəziyyətini dəyişdiyin zaman materiya dəyişir. enerjinin ümumi vəziyyətini dəyişə bilmirsən axı. Bəs məsələ də odur ki, dəyişə biləcəksən. Necə? Əgər sən elektronun harada və hara istiqamət Topik danış. Yox, Vallahi utopik topik deyil. Bu bizim proqnozlaşdıra Bildim, biləcəyimiz bir reallıq. Yox, proqnozlaşdıra proqnozlaşdıra biləriksə, bilmək, əgər biz dəyişmək tanrı mənasına olursa, gəlmir. həmin qanunu ləğv eləyə bilərik. Elektronların talon Mümkün deyil bu. o biliyi aradan apara bilərik. Bu Qətiyyən. bilik Deməli, o də, tanrı Fazil olur bəy, da. bu etiket yapışdırmağa bənzəyir. Siz bu Ha, biliyə bu bilik deyəndə bilikdir də, itəri- yəni biliyə bilik deyir. Bilik adı səhv dedim. Tam bilik qoymaq adına. Məlumat. Məlumat deyək. Bu məlumatı başqa bir şeylə əvəz eləyə bilərik və ya ləğv eləyə bilərik. Əgər ləğv eləyə bilməksə biz Xeyr, artıq xeyr, tanrı mümkün deyilik. deyil. Hə. Ləğv eləsə artıq proqnozlaşdıra Ləğv edən bir bilməmişik güc deməli. yoxdur ortada. Yanlış Siz onu təyin proqnozlaşdırmışsınız. eləməmisiniz. İndi Məsələ odur. bayaqdan zehnimdə o sual da gəlib. Bunu da bir dənə aydınlıq gətirərdiniz. Singulyarlıq məsələn. Mhm. Bax ona nə izah verəcəksiniz? Talım deyirik ki, talım rasional biliklər, ondan sonra epistemoloji biliklər, bunlar hərəsinin öz yeri var. Tanrı konseptində bu artıq dəyişir falan. Bax singulyarlıqda necə? Yəni onu necə izah edəcəksiniz? Tamam. Bu bütün belə deyək ki, teistlərin verdiyi və Big Bang-in əslinə qalsa Tanrıdan heç bir fərqi olmadığının bir güya ki sübutudur. Ki hə, biz Güya ki dedim. Çünki fakt olaraq elə yanaşırlar da. Yəni məsəl üçün kvant fluktuasiyasının bu olmadığını nəzərə alan vakuum deyirlər, boşluq deyil. Singulyasiya dediyimiz nə zamanın, nə məkanın olmadığı bir məhfumdur əslində. Amma yenə də sənin o boşluq dediyin şeyin içində belə kvant fluktuasiyası baş verir. Əgər biz Stephen Hawkingin bununla bağlı yazdığı bir çox əsərlər var ki, məsləhət görürəm, çox başınızı yormaq istəmirsinizsə, böyük suallara kiçik cavablar kitabı var. Orada bütün bu suallara çox belə rahat şəkildə izah gətirir. Deyir ki, misal üçün sən bir qumdan bir dağ tikmək istəyirsənsə, başqa yerdən götürüb atmalısan ora. Məsələ odur ki, o kvant fluktuasiyaları zaten təməldə var idi. Amma onların hardan gəlməsi üçün, hardan gəldiyini iddia etməsi üçün bizim əlimizdə dəlil yoxdur. İndi digər məsələ var. Digər məsələ var. Əgər Tanrı doğrudan da var idisə və varsa, onun bunu eləmək üçün zamanı yox idi. Çünki zaman anlayışı yoxdur. İndi Məsələ odur. Qoy bir deməli sual verim burada. Elə bil ki, yeri var yəni bu sualın. Yaxşı, bu kvant fluktuasiyası deyirsiniz. O materialdır yoxsa yox? Kvant fluktuasiyasına material demək üçün bizim əlimizdə tam da yetərə qədər Nədir ümumiyyətlə nədir ki? enerjidir. Sən belə deyim də, sən onu hesablaya bilirsən, ölçə bilirsən. Deməli Ona materialda. Big Bang-dən əvvəl olduğuna dəlil nədir? Ziya bəy, burada nöqtə var. Hesablamalardır. Yox, deməli burada nöqtə var. Materiyadır. Materiyanın da bir başlanğıcı var,
Hə? Materiyanın bir başlanğıcı varsa və materiyada dəyişiklik baş veribsə, ədalət qanununa görə, digər qanunlara görə bunun mütləq bir təsir edicisi olmalıdır. Ha, o təsir edici nədir? İndi mən bir dənə kiçik sual verəcəm. O təsir edici olmalıdır. Mənə hər zaman həqiqətən maraqlı olub doğrudan da. Bax bir təsir edici deyiriksə, Tanrı məfhumunu götürək və Tanrı məfhumunu da biz bir zaman konsepsiyasının içinə əfsuslar olsun ki, sala bilmirik. Çünki Tanrı, yəni ona görə də Stephen Hawking qəşəng bir söz demiş ki, Tanrının kainatı yaratmaq üçün zaman olmayacaqdı. Çünki zaman anlayışı yox idi fakt olaraq ortalıqda. Tanrı'nın zamana ehtiyac yoxdur ki yaratmaq. Bəs mən də onu deyirəm də. Yəni zamanı olmayacaq. Mən də onu deyirəm. Hərdən iddialar. Yox, amma yəni reallıqda qardaş sən də deyirsən ki, zaman şeyin içə sala bilmirsən. İndi mən sizə sual verim də. Tanrı məntiqli bir varlıqdırmı? Bəli. Düzdürmü? Bəli. Tanrı məntiqli varlıq olduğu üçün nəyə görə o deyirsiniz ki, Tanrının toxunuşudur? Niyə ondan qabaq, ondan sonra məhz həmin anda onu etdi? Və ikinci məqam, ikinci vermək istədiyim sual. Tanrı əgər özü özlüyündə əzəli, əbədi və özü içində dolu bir varlıq olduğu üçün nəyə görə bir şey yaratmaq üçün özündə bir istək formalaşdırdı? Üçüncü sual. Tanrı bunu etməmişdən qabaq düşündümü? Və ümumiyyətlə Tanrı anlayışı, Tanrı düşünə bilərmi? Və düşündüyü zaman öz-özünü təqdim edə bilərmi? Bu 3 dənə sual cavab versəz, problem yoxdur. Mən sizinlə Yəni bir şey deyim. birlikdə Bir də dördüncüsünü də mən deyim. Orada bir şey varsa, o şey niyə Tanrı olmalıdır? Bax, ümumiyyətlə deyirəm, bu cür suallar ki var, Allaha aid suallar. Bunun qısa və lakonik cavabı var. Bunu biz insan beyni olaraq bu sualları dərk edə bilmirik. İndi mən də eyni sual Amma verə bu arada bilərəm. bu bayaqçıdır. İndi məsələ Ziya bəy, bu budur ki- etiketləmədir. Yəni Ha, bilmirəm yox. Tanrı eləyib. Bilmirəm Tanrı Yox, eləyib. etiketləmədən getməyəcək. Vüsalın verdiyi suallar başqadır. Deyir, Tanrı düşündümü, neynədimi? Yəni o başqa Məntiqli sual əslində. Tanrı məntiqlidirsə, məntiq şeylə Ki o qalmışdır. sualın içində də o təyin edən meyarlar nədir ki, bunu düşüncə Yox, tərzi? siz bilməlisiniz ki, o agnostik mövqedən çıxış eləyir axı. Hə. Yəni siz İndi ateizm bir mövqedən dənə şey çıxırsınız. vurğulayım. Məsələn, biz bilmədiyimiz şeyləri səmimi olaraq etiraf edirik ki, bunu bilmək mümkün deyil. Amma siz Big Bang-dən əvvəli bilmək mümkün olmadığı halda artıq orada kvant zərrəciklərindən danışırsınız, başqa şey. Yəni İndi mən də məsələ odur ki, bunu bilmirəm deyirəm, amma hələ ki bilmirəm deyirəm. Sən deyirsən ki, Big Bang-dən əvvəl var idi. Bəs mən də sən deyirsən Hesablamalar bunu deyir. Hesablamalar bunu deyir. Mən Hansı bunu hesablama? O kvant Hesablama ilə fluktuasiyaları bax, misal çox iddiası var maraqlı ortada. deyil mənə. Bax, əzizim. bizim Bax, çox üzr istəyirəm. okey, tamam. Bax, məkan, zaman, maddə və enerji. Dördü də Big Bang-dan sonra yaranan şeylərdir. Və bizim bütün riyazi hesablamalarımız bu 4 şeyin daxilindədir. Məkan, zaman, enerji və maddə. Çox üzr istəyirəm. Okey. Biz bunun içində olan riyazi hesablamamızdan necə bilə bilərik ki, Big Bang-dan əvvəl filan kvant zərrəcik var idi misal üçün. Bunu bir dənə mən çox xahiş edirəm. O riyazi hesablama necə baş verir onunla? Çünki mən sənə bir şey deyim də. Sən riyazi hesablamalar sayəsində, hətta bu təkcə riyazi hesablama deyil də. Səbəbsiz kvant səviyyəsində səbəbsiz olguların olması. Bəli. səbəbsiz bir şey yoxdur. Yəni bu Yaxşı, onda mən izah elə görürüm ki, səbəbsiz kvant fluktuasiyasının yaranmasının səbəbi nədir? bax, mən yenə də deyirəm. Səbəbsizdir də bu abi, səbəbsiz. Səbəbsiz nə edirsən Fluktuasiyasının sən? sübutunu soruşur. Bəs mən Səbəbsiz nə deyirəm, edirsən? səbəbsizdir. Bax, Çünki çox onun üzr yaranması istəyirəm. üçün zəmin yoxdur. Həqiqətən zəmin yoxdur. O yaranır. Bunu müşahidə bitir. edə bilirik. Biz onu bəli, biz onu Məsələn, o deyim də xahiş edirəm. Sən desən biz onu müşahidə edə bilirikmi? Kazimir linzalarını götürürsən. 2 dənə linzanın maksimal dərəcədə kvant səviyyəsində belə yaxın tutulur. Onların arasında virtual zərrəciklər yaranır və itir. Biz onları tuta bilmirik, amma təsirini hesablaya bilirik. Sən bir şeyin təsirini hesablaya bilirsənsə, demək ki o var. 2. Kvant fluktuasiyalarda səbəbsiz yaranır. Çünki onun üçün hər hansı bir zəmin yoxdur. Vakuum, boşluq dediyimiz bir Kazimir şey. nə dediniz? Kazimir effekti. Effekti eşitmişəm onu, amma tam araşdırmamışam, amma o şəraiti biz yaratdıq axı. Məsələ ondadır. O şərait Heç bir yaradan lazım. vakuumdadır o. Aha. Vakuum şəraiti. Yəni Vakuum şəraiti belə belədir. səbəbdir də Səbəb nəticədə. ya şərait. Okey, sən Vakuum boşluğa özü necə səbəb. səbəb deyə bilərsən? Bu nədir? Onda Tanrıdır o. Məkan. Demək ki, Tanrı vakuumdur. Bax, əzizim, Biz diqqət elə. biz məntiqlə buna çıxa bilirik. Vakuum məkandır yoxsa yox? Vakuum, sən vakuum burada yaratsan məkandır. Bildim də məkandır da Hadi vakuum. nəticədə. Yəni Amma şəraiti nəticədə sən yenə də yaradırsan. səbəb var. Yox, yox, qurban sənə. Sən Vakuum özü vakuum, səbəbdir. sən vakuuma boş kimi baxırsan yoxsa yox? Xeyr, məkan var orada, necə başım baxım ona? Yox, yox, da oha, heç bir zərrəcik yoxdur axı deyirsiniz. Bildim, məkanın özü var yoxsa yox? İndi mən sən bir şey deyim. Zaten məkan olmasa zərrəcik ola bilməz. Buna yəqin ki, Okey, razıyam. Sağ ol.
İndi bunun adını vakuum qoy. Bunun adını nə qoyursan. Yox, o adam qoyub, o reallıq budur. Bax burada məkan varsa, zaten onun yaranmasının səbəbi məkan olmuş olur. Sən deməksən ki, məkan reallığı yaradır. Əlbəttə. Yəni əgər kvantda sən dediyin Einstein kimidirsə, bu da səbləşər deyirsən, amma okey. Yox, sən dediyin kimidirsə, əgər yaranırsa, mən yenə deyirəm, bunlar hamısı birbaşa müşahidə problemindən qaynaqlanan məsələlərdir. Biz ola bilər ki, bu şeyləri müşahidə edə bilmirik. Bir də məsələn biz deyirik ya, bayaqdan misal deyirik, məsələn, təsirin hiss eləyirik, amma özün görə bilmirik, müşahidə edə bilmirik. Çünki təsirini hesablaya bilirsən. Çünki məsələ nədir? Qaranlıq enerji də deyilərdi. Bax, üzr istəyirəm. Məsələn, biz kainata baxanda görürük ki, bir dənə qaranlıq maddə var. Belə deyək də, loro dildə desək, kainatı saxlayıb. Həqiqətən də, yəni olmasa, kainat qalmayacaq. Kainatın bir növ yapışqanı belə deyək. Yəni elə bil ki, bir dənə bir pambıqdır da, hər şey qoymuşsun, saxlayır kainatı. İndi bunun adını, misal üçün, qaranlıq maddə deyəndə biz deyirik, bu elmi bir şeydir, əladır. Bunun adı, misal üçün, Həzrəti Mikail qoyanda və yaxud Həzrəti İsrafil qoyanda ki, bir mələk saxlayıb bana. İndi məsələ budur ki, biz bunun təsirini hiss edirik, özün görmürük. Sən deyirsən qaranlıq maddədir, misal üçün, mən deyirəm İsrafildir bunu saxlayan. Sən olursan alim, mən olan cahil. Niyə? Sən cahil olmursan. Sən sadəcə olaraq müəyyən inancların daxilində qəlibləşmiş insan olursan. Məsələ odur. Mən o qaranlıq enerjini sorğu-suala salaram. Məsələ odur. Bir də Ziya bəy, buradan bunu deyim, biz ona qaranlıq maddə deyib, ondan kitab gözləmdik ya da hər hansı bir davranış gözləmdik. Yox, sən mən onu demirəm. Yox, mən kitab gözləməm, Allah demirəm buna. Siz atardın da. Yox. Mən bunu Allah demirəm. Mənim dediyim odur ki, bax. Mən deyirəm ki, bu gün siz deyirsiniz ki, kainatda bir şey var və kainatı saxlayıb, düzdür? Mən də deyirəm ki, və genişləndirir eyni anda. Diqqət elə. Okay. Mən deyirəm 1400 ildə mənim dinin kitabında deyir ki, bir dənə mələk var, kainatı saxlayıb, düzdür? Sən hint verdin, bizə sübut eləyəsən, onu da tutmadın. Diqqət elə də. Yox, diqqət elə. Mən deyirəm ki, 1400 ildə zaten mənim dini mətnim bu saxlayanı deyib. Okay. Bunun adı misal üçün İsrafildir. Sən niyə görə deyirsən ki, sənin dediyin yanlışdır, mən dediyim qaranlıq maddə doğrudur. Bir dənə o meyarı mədir ki, İzah eləyim sənə. Əgər mən bir şeyi hesablaya bilirəmsə, o materialdır yoxsa yox? Hesablaya bilirsənsə, hesablaya bilirəm. Təsirini hesablaya materialdır. Onda demək ki, Həzrəti İsrafil materialdır. Yox, təsirin yox, özün. Təsirin yox, özün. Yox, təsirini hesablayıram da. Sən Allahın da təsirini hesablaya bilərsən də. Necə hesablaya bilərəm? Məsələn, fiziki Allahın bir 3 yaşlı uşağın bədəninə leykemiya verməsini necə hesablaya bilərəm? Heç cürə. Buna Allah vermir zaten. Bu başqa yox, hər bir şey Allahdan gəlirsə biz o məntiqlə gəlirik. Hə, fiziki qanunlar da Allahın qoyduğu qanunlardır. Mən də sən deyirəm, mən bunu hesablaya bilirəm. Söhbət təsirdən yox, özün hesablaya bilirsən o yoxsa yox. Bəs məsələ, tək məndən fərd olaraq bu sual üstündən gedir. Söhbət özünün insanı. Mən deyirəm qaranlıq maddənin özünü hesablaya bilirsən. Problem də ondan ibarətdir ki, qara maddə var. Nəyə görə biz oradan çıxırıq? Həm rasional, əqli, epistemoloji və s. Təsirini görürük də. Təsirini görürük. Çünki mən misal üçün bunu görməyə bilərəm. Adi havanı götür də. Mən də onu deyirəm. Mən də sən deyirəm ki, mən bunu hesablayıramsa təsirini. Mən bilirəm ki, bu bizə necə təsir edir. Mən də deyirəm ki, zaten kainatı saxlayan bir mələk varsa, sən buna mələk deyirsən, mən buna qaranlıq mana deyirəm. Zaten bunun təsirini görməlisən də, sən bu olmasa kainat qalmayacaq, saxlaya bilməyəcək, kainat dağılacaq. İndi mən deyirəm ki, mən bunun adına Mikail yaxud İsrafil deyəndə niyə görə səhv olur? Ona görə ki, sən metafiziki bir şey deyirsən. Sən dedin də metafiziki. Yox, yaxşını mən fiziki dərslər. Hesablaya bilirsən axsan onun təsirini. Sən qaranlıq maddəni hesablamırsan, təsirini hesablayırsan. Bəy onun bir rəddiyəsi olsa biz qəbul edəcəyik. Tamam, çox rahatlıqla qəbul edəcəyik. Onun bir rəddiyəsi olsa, deyəcəm ki, bu yalandır, problem yoxdur. Fərqli bir iddia. Yəni mən ona yapışmayacağam. Maddə falan yoxdur. Orada bir Cəbrail var, orada bir mələk var. Bu çox bəsit bir məsələdir ki, üzr istəyirəm, mən tamamilə qaranlıq maddə var, hesablaya bilirik. Yəni maddə daxilində olması lazımdır hesablana bildiyinə görə, təsirlərini də ölçə bildiyinizə görə. Nə vaxtsa bunun rəddiyəsini versəniz, orada bir Cəbrail ya da hər hansı bir mələk təyin eləsəniz və onu da sübut eləsəniz, bizim üçün heç bir problem yoxdur. Bizim problem yoxdur, biz qəbul edəcəyik, problem yoxdur. Biz yoxdur. orada qaranlıq maddə deyib, onun təsirlərini də isbat edəndə, yenə də siz başqa bir qapıdan yenə qaranlıq maddə var. Ha, bu ümumiyyətlə maddə deyil. Necə ki, qaranlıq enerji deyil. Sadəcə olaraq bu adlandırmadır. Biz məsələn kainata baxırıq, görürük ki, kainatın sürəti artmaqdadır, çoxalmaqdadır. Biz buna adı qoyuruq ki, deməli bir dənə enerji var ki, kainatın sürətini artırır. Adını qoyuruq qaranlıq enerji. Yox, adını qoymuruq da, onun enerji demək üçün sənin əlində yetərli qədər dəlillər var. Çünki enerji olmasa bunu genişləndirmək üçün əlində meyar olmayacaq. Mən də onu deyirəm də, kainatın sürəti normalda necə olmalıdır? Big Bang-dən sonra normal yoxdur kainatda abi. Diqqət elə də, yəni fikrini yetir. Buyur. Big Bang-dən sonra
Gravitasiya, kainatı çəkməlidir içəri. Yəni sürət yavaş-yavaş zəifləməlidir. Fizika bunu deyir bizə. Biz də bu gün baxırıq ki, Klassik sürət fizika zəifləmə əvəzinə artır. Və buradan bunu çıxarır ki, əgər bu artırsa, deməli bunu itələyən bir dənə qüvvə var. Və bu qüvvədə bir enerji olmalıdır. Adam qoyuruq bunun qaranlıq enerji. Yaxud baxırıq ki, misal üçün, riyazi hesablamalara görə qalaktikanın kənarlarından daxilinə doğru hərəkət elədikcə fırlanma sürəti artmalıdır. Riyazi hesablama bizə bunu deyir. Amma kainatın mərkəz deyə bir şey yox. Kainat yox, qalaktikanın. Qalaktika, hə. Kainat yox. Qulaq assana da. Ancaq əks arqumə fikirləşmə. Və sonra biz teleskopla baxırıq ki, əslində kainatın qalaktikanın kənar sürəti ilə daxili sürəti eynidir. Bundan bu nəticəyə gəlir ki, burada qaranlıq maddə deyə bir şey var, bu bunu saxlayıb və ona görə də bizim riyazi hesablamamız keçərli deyil. Orada başqa məsələ də var, bax, sıxlıq söhbəti var. İndi burada çox üzr istəyirəm, bax. Bu zaten maddə deyil. Biz bunu görə bilmirik. Biz bunu görürük ki, bunu bir şey saxlayır. Amma sən axı bayaqları mən verdiyim suala əsasən dedin ki, maddədir. Mən bunu hesablaya bilirəmsə bu maddədir də. Sən soruşdun ki, təsirin hesablamaq olurmu? Dedim, bəs indi yaxşı. Sən maddə kateqoriyasına salır. Maddə kateqoriyasına salır da. salmır. Onda gəl belə eləyək də. 100 ildən, 10 ildən sonra mən qara maddə kilsəsini açacağam, problem yoxdur və biz qara maddə və qara enerji ilahi qüvvə kimi baxacağıq. Yəni elə olacaq. Yox, məsələni biraz pafosa çəkmək. Pafos deyil, abi, reallıqdır. Çünki əgər enerji, qaranlıq enerjinin adını dəyişək qoyaq Tanrı. Siz yenə də onun şuurlu, yox, Tanrı demirəm, mən hesaplayan, qətiyyən Tanrı demirəm. Qaranlıq maddə deməyək, qaranlıq enerji idi. Tanrı demirəm. Sən demək istədin onu bildiyim. Deməsən ki, mən bundan şey deyirəmsə cahiləm, niyə sən elmlisən? Yox, mən dedim o gəzər. Birincisi, qaranlıq maddəni ölçmək mümkün deyil. Biz qaranlıq maddənin sadəcə və sadəcə təsirini görürük. Mən də deyirəm ki, Allah mənə empirik kateqoriyaya salır. Empirik deyil. Bax, niyə empirik deyil ki? Necə empirikdir? Qaranlıq maddəni görsən? Maddəni görmək deyil, təsirini ölçə bilirsən. Zaten Tanrının da təsirlərini görmək empirikdir, o öz yerində. Yaxşı, indi bir şey deyim. Tanrının təsirini sən buradan necə empirik ölçüb hesablaya bilərsən? Bir dənə deyim də sən. Mən də deyirəm ki, əzizim. Zaten kainatı saxlayan bir mələk varsa, bunun da təsirini istər-istəməz hiss eləyəcəyik. Yəni bunu ölçmə, amma bunun özün görə bilmirsən, axı sən ölçə bilmirsən, axı söhbət olur. Sən bir dənə çox gözəl bir söz dedin ki, Tanrının da təsirini ölçə bilirik. İndi bir şey deyəcəm sənə. Mən Tanrını qəbul etməsəm onu necə ölçə bilərəm? Etməsən işdir. Məsələn, demək ki, mən Tanrını qəbul etməliyəm ki, sən təsirlərin təsirini ölçüm. Demək ki, bir şey var da, sən dediyin o təsir ölçmə məsələsi yalnız və yalnız mənim Tanrını qəbul edib, Tanrının bu kainata təsir etməsini qəbul edəndən sonra ölçə bilirəm. Bax, deyim sənə, bax. Çünki bundan qabaq heç şey mümkün deyil. Adi kainatın surətlənməsi olsun, gravitasiya olsun və yaxud başqa fiziki qanunlar olsun, bunlar hamısı Allahın təsirləridir. Sadəcə amma sən qəbul edirsən, abi sən bunu qəbul edirsən deyil. Məsələ odur. Mən deyirəm ki, yəni qəbul eləsən də eləməsən də Tanrının təsirlərini ölçə bilirsən. Sən mənə şey deyirsən, sən yesən də yeməsən də pomidor yumurta. Yəni onda demək ki, sən tənqidə açıq doqma verirsən onda sən mənə. Amma misal da doqma deyil, doqmadır. Nə olursa olsun sizin üçün bir təklif meyarına gələcəm. Amma Vüsal bəy, siz bir agnostik kimi ən azından 5 səbəbdən biri Tanrı kimi qəbul eləyə bilərsiniz. Deyərsiniz, yəni bunun 5 səbəbi ola bilər, biri Tanrıdır. Tanrı qəbul edirəm. Məsələ o mənim qəbul etməyim deyil. Məsələ yalnız Tanrıda fokuslanmaqdadır. Məsələ odur. Yəni digər 5 dənəsini abi qoyub mən də sorğuluyuram. Sən dünyada yüngül ümid var. Hətta o Tanrıda fokuslanmaq. Tanrıda fokuslanmaq məsələsi dində belə tək Tanrıda fokuslanmaq məsələsini ilkin olaraq qəbul eləmir. Necə qəbul eləmir? Yəni din deyir ki, mən hansı təhsil məsələsində, din təhsil almışam. Orada din deyir ki, yəni alim deyək, ustad, müəllim deyir ki, gəlin sübut eləyək ki, Tanrı 5-dir və iddia irəli sürün ki, Tanrı 5-dir. Bu 5-i 5 olmamağını sübut eləməyə aid bizdə proqramlarda şeylər var. Yəni bu barədə icazə verilib ki, bu irəli sürülsün. Şəxsən məsələn müəllim deyirdi ki, bəlkə Tanrı 5-dir. Sən sübut eləyə bilərsən ki, 1-dir. Hansı məntiqi, rasional qanunlara görə Tanrı 1-dir, görürsüz? Yəni bir dindar da fokuslanmayıb buna ki, Tanrı elə mənə dedilər Tanrı 1-dir və 1-dir, belə deyil. Təbii, Tanrının təksib metodu ola bilər, bu da əqli rasional. Məsələn, bir dənə verə bilirsinizsə verin. Bir qaydasını deyirəm bunun, elə yeri gəlmişkən. Tutalım,
kainatın bir qanunla idarə olunması sübut edir ki, Tanrı birdir. Yəni iki Tanrı olsaydı, yəni bu bizim nəzərimizdə qəbul olunmaya bilər, amma bizim nəzərimizdə iki Tanrı olsaydı fərqli-fərqli qanunlar olardı. Məsələn, tutalım ki, bir gün günəş tutalım indi şərqdən çıxmazdı, qərbdən çıxardı. İndi çıxmaq məsələsinin aydındır. Yəni elmi izahı başqa bir şeydir. Yəni qanunlar fərqli olardı. Demək istəyirəm ki, sizin dediyiniz o Tanrı birdir doğma Yəni də qanunlar fərqli olardı dediyiniz Tanrıdan irəli gələn bir postulatdır. Hər bir halda məncə biz bu məsələdə hər hansı bir Tanrının təksib metodikası. Bu məsələn deyirəm, əqli, məntiqi, rasionaldır təksibi. Əlbəttə. Amma Buyur, yəni bir verə məsələ bilərsən var də ki, buna. bir məsələ var, həm də Fazil bəy. Siz deyirsiniz ki, bir şeyin başlaması üçün orada bir şey olmalıdır başlanğıcda. O şey niyə birdən olmalıdır? Orada niyə bir şey olmalıdır və o şeyi tanrı edən şey nədir? Yəni o şeyin izahı nədir? Yəni o şeyin orada olmamasını təyin edən meyar nədir? Baxın, dönüb dolaşıb eyni yerə gəlir. Gəlin biz bunu gələn mövzuya saxlayaq. Dünyada nizam varmı? Nizam mövzusunu xüsusilə açıqlamaq lazımdır. Bu mühüm bir mövzudur. Dünyada nizam yoxdur iddia edən ateistlər və deistlər var. Ateistlər və deistlər bəli var. Və bu mövzu, sizin dediyiniz mövzu gəlib ora çıxır. Yəni Tanrının özünün sual altına aparılması. Bu gün bizim proqramımızın vaxtı artıq sona çatır. Güman eləyirəm və düşünürəm və əminəm ki, həm biz özümüz, həm əziz izləyicilər fayda götürdülər bu mövzulardan və çox gərgin və aktual keçdi. Düşünürəm ki, inşallah gələn mövzularımız da bundan daha maraqlı olacaq. Mən sizə təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun.